Herkese selamlar, saygılar. Bugün de her zamanki kimi her Perşembe Təbriz saati 9'da sizinleyik. Güney Azerbaycan'dan Baxış programının 109. bölümündesiniz. Bugün de söyleşimiz olacak Sayın Hidayət bəylə ve Güney Azerbaycan'ı ilgilendiren konuları bölgede ve dünyada danışacağıq. Onları təhlil eləyəcəyik. Ben bir saniye Sayın geldiler. Sayın yukarı gelmişler. Geldiler. Selamlar, saygılar. Selamünaleyküm, aziz ve hürmetli dostum Sayın Bey. Necəsiz? Sağ olun, Oğuz Bey, siz yaxşısınız. Çok teşekkür ki katıldınız. Bugün de her zamanki kimi Güney Azerbaycan'ı ilgilendiren ve hem Güney Azerbaycan'da ve İran'ın başka bölgelerinde ve bölgede ve dünyada her şey ki Güney Azerbaycan'ı ilgilendirir, onları danışacağıq. Sayın Səfəli Bey, buyurun. Siz de selamlaşın ve başlıkları danışaq. Salam, əziz və hörmətli dostlar, həmvətənlər, dildaşlar. Çox sevinirəm bir dəfə də yenə eləyə bildik ki, Oğuz bəylə bərabər xidmətinizdə olaq və Güney Azərbaycanın baxış proqramından, yəni Güney Azərbaycandan dünyaya və çevrəmizdə olan hadisələrə baxaq, görək ki, nə geçir dünyada və bizim də başımıza nə gələ bilər ya nə etməliyik. Çox sağ olun. Sayın Səfəli bəy, Hidayət, hansı başlıqları? Mən bu günləri 7 başlıq yazmışam üst-üstə. Biri elə ən başda bu Zəngəzur məsələsi, Amerikanın ora ordusu gəlməsi, təyyarələri, silahları gəlməsidir. Pezeşkiyan yenə bir danışaq da onu elə bir, yəni hamısını istəyirəm birinci. Buyurun sizdən iş. Siz buyurun, istəyirsiniz Zəngəzur haqqında istəyirsiniz başlayın ya istəyirsiniz mən başlayayım. Siz buyurun ben. Bilirsiniz ki, İran dövləti Zəngəzuru bilir və Azərbaycana daimən İran dövləti Azərbaycana həml edir, İsrailə yer veribdir, nə bilim, Amerikanın elədir, belədir, bu tür bir şeylər. Səhyonistdir falan, belə bir şeylər deyirlər. Amma görünən o ki, o Xameneyi hətta son zamanlarda və Pezeşkiyan da Ermənistanın liderləri ilə danışanda çox himayət elədilər ki, yenə də Zəngəzur değişilməzdir, filandır, bəhmandır. Mən bunu iki zaviyədən baxıram, iki açıdan baxıram. Bir açı budur ki, İran niyə Zəngəzurdan o Zəngəzurun yaxşı o koridor oradan qərar veriləcəkdir, niyə onunla müxalifət edir? Birinci müxalifət budur ki, mənim nəzərimə, İran milli mənfəətindən baxır. İran deyir ki, o yol ki oradan qərardı gələ ora, əgər gələ Xorasandan girə gələ, Azərbaycandan çıxa gedə Türkiyəyə, əvvələn Azərbaycan zəifləri iqtisadi olaraq Türk dünyasına bağlılığı aradan gedər biraz. O Quzey Azərbaycandan ya Azərbaycan Cumhuriyyətindən danışırıq. İkinci bu ki, İrana bağlı olar bu yol və İrandan geçər. İran həm mali bundan faydalı götürər, həm əmniyyəti fayda götürər. Çünki o dünyaya gedən yol, dünyanın bir çox Avropa bazarlarının bir çoxu bağlı olar İrana. İran hər zaman istəsə o yolu bağlasa, ya gümrükdə məsələn bir İrat bir müşkül çıxarsa, o yol bağlanır. Onun üçün İran bunu həm mali cəhətdən baxır, həm siyasi, həm nizami cəhətdən baxır. Bir də ki, Azərbaycanı zəiflətmək məsələsi var. İndi, amma İran Ermənistanın üstündə çox hesab gedir ki, ora qalsın Ermənistanın mərzi. Çünki Azərbaycan əgər 1 metrdə yerlərindən alsa, ya Türk dünya Türkiyə yerindən bağlansa, İrandan o olur. İndi Azərbaycandan istəyə biri Bakıdan gedə Nəxçəvana, gələ İrana, İrandan gedə. Ya gələ Gürcüstana, Gürcüstandan gələ Türkiyəyə, Türkiyədən gələ Nəxçəvana. Yəni belə bir uzun bir yol var. Ya Nəxçəvandan tərsinə istəyə biri gedə Azərbaycana, beləsi bir yol getməlidir. Bunu İran istəyir ki, saxlaya əlində bir silah olaraq Azərbaycanın əleyhinə hər zaman istərsə, eləyə bilər bunu istifadə eləsin. Bir də ki,
Təbatü müxəddir qaçaqçılığı var burada. O da bir qonudur, danışacağıq. Bu həftə çoxlu xəbərlər bu haqda çıxıb, həm Azərbaycana, həm Türkiyəyə qaçaq eləyəndə onu da danışarıq. Hər halda o Zəngəzuru İrana çox önəmlidir. O birisi tərəfdən Azərbaycan yekəlmaq qabağını alır. Yəni bu qorxusu vardır ki, Azərbaycan zaman içində yavaş-yavaş o Zəngəzuru, əgər yolu salsa, oradan geçsə, zaman içində onu hətta Zəngəzuru savaş qəraməti olaraq alsın və öz toprakları da əlbəttə, amma onu rəsmi olaraq alsa və qatsa, demək olar ki, İranın Ermənistanla olan incilisi də kəsilər. Onu da istəmir ki, ən azından bir qonşu olsun ki, o Azər-Türk olmasın, məsələn. O tərəfdə əlbəttə, o birisi tərəflərdə vardır. Qeyri-Türk əfqanlar var, Pakistanlılar vardır, bunlar var. Ərz edeyim ki, bu o vəziyyətdə görürük ki, davam tapır. Bu halda çox da deyirlər ki, bu Zəngəzur öz üzrə, mən bir ləhsə qatdım bir ayrı xəbərini. İndi bu Ruslar oradan yavaş-yavaş ermənilər bildirirlər ki, çəkilsinlər, yavaş-yavaş o mərzi saxlamaq yerləri vardı, onlardan çəkilirlər. Rus zəiflədi əslində Ermənistanda. Ermənistanda Ruslar çox-çox zəiflədiyi halətdə Ruslar, ermənilər Amerikalıları gətirdilər. Amerikalılar keçən günlərdə müxtəlif adlar altında Zəngəzura güc daşıyırlar, ordu daşırlar. İndi bu ordu nədən ötürü olar? Qətən Azərbaycan üçün savaşmaq üçün Amerikalılar gəlmirlər. Çünki Azərbaycan Cumhuriyyətinin həm İngilistanla, həm Amerika ilə əlaqələri çox yaxşıdır, pis deyil yəni. O, xüsusən İngilistanla daha yaxşıdır və İngilistanla da Amerika siyasətləri bir yöndə olduğu üçün o şey üçün deyil. Amma bu günlərdə ki, İran və İsrail məsələsi çox ciddidir, Həniyyənin ölümündən bu gününə daha ciddidir və ehtimal verilir ki, bir savaş başlansın. İranın 4 dövrəsində əgər diqqət buyursaz, görərsiniz ki, Amerikanın gücləri oradadır. Əfqanistanda, Əraqda, ərz edeyim ki, Ermənistanda görürük bunu, Türkiyədə görürük bunu. Üst-üstə təqribən İran mühasirədədir. Mən belə görürəm ki, Azərbaycanda da var ya yox, o qədər əmin deyiləm ki, var Amerika gücləri ya yoxdur. Amma orada olursa, demək olar ki, İranın 4 dövrəsində, bilirsiniz, Xəlic körfəzində, o körfəzdə, Xəlicdə Amerika gəmiləri var, Ummanda Amerika gəmiləri var. Bunlar, ondan sonra Ərəb məmləkətlərin bir çoxunda Amerikanın nizami paygahları var. Əgər bu bir savaşa çevrilirsə, oradan İranı vurmaq, yəni o tərəfdən də girmək ehtimal var. Bunun nədən mənə önəmlidir, ya bizim Azərbaycana önəmlidir? Birinci bu ki, əgər İrana hücum olursa, bir tərəfdə Ermənistan tərəfidir. Yəni o tərəfdən də girərlər İran dedikləri, bugünkü İran dediklərinə. Bugünkü İran dedikləri Azərbaycana girərlər. Yəni bizim Azərbaycana girərlər, İrana girməzlər. Və bu bir cəhətdən mənim nəzərimdən yaxçıdır. Yəni mən baxanda buna yaxçı baxıram, müsbət baxıram. Türk dövlətləri də buradan əksləmə göstərməyiblər. Bəllidir ki, onlar da biraz bu məsələyə yaxçı baxırlar. Çünki o liberation deyirlər də, azad eləmək. Türklər əvvələn İrandan qırılıblar, ruhi, rəvani, siyasi, hər cəhətdən Türklər, Azərbaycanlılar İrandan qırılıblar, İrandan ayrıldılar. Bunun üçün orada bir də böyük millətdir Azərbaycan milləti, İranın yarısıcan cəmiyyəti vardır İranda və bu onlara böyük güc verir. Hangi dövlət, məsələn Amerika dövləti, əgər istəyə İranda bir ümumi xalq himayəsini qazanan, məncə Azərbaycanlılara dayanmalıdır. Azərbaycanlılara dayanmaq, yəni ki, demək olar, İranın yarısının əmniyyəti savaşsız keçirərlərini. Və mən bunu müsbət görürəm öz baxışımızdan ki, əgər bir mövqe orada savaş olursa və Amerikalılar orada, eyni Əraqda Kürdlərə bir şey düzəltdilər, no-fly zone. Eyni o, bu ki, ora İranın gücləri girməsin falan, bu cür bir şey ola bilər. Bizə istiqlal üçün bir yol açıla bilər.
bunu %100 görməməliyik əlbəttə. Bu cür %100 də baxmamalıyıq belə ola bilər. Ola bilər ki, bura savaş alanı da olsun. Yəni çevrilsin, İran bu tərəfə həmləsin. Amma bilirik ki, o tərəflərdə Əfqanistan tərəfi, Pakistan tərəfi, üst tərəf hamısında bu şey var olduğu üçün bu Amerikanın huzuru olduğu üçün və xəlicdə olduğu üçün Azərbaycana çox zoom eləyə bilməz İran. Xüsusən ki, Azərbaycan tərəfində olan gücü Amerikanın çox azdır. Yəni, deyək ki, bu Nəxçəvanda yerləşən güc olsun 10.000 nəfər, 5.000 nəfər, 3.000 nəfər, o bir şey eləməz. Amma xəlicdə olan, məsələn, neçə 100 dana o navların yanınca gəmilər vardı, neçə min sərbaz vardı. Onlar güclüdülər, Əraqda vardılar, Suriyədə vardılar. Bunlar Əfqanistanda vardılar. Bunlar əsli xətər o tərəfdədir. Onun üçün mən Azərbaycana biraz bu cəhətdən xoş baxıram Amerikalıların ora gəlməsi və mən şəxsən insanlar savaşının Oğuz bəy müxalifdirlər. Deyirlər ki, adam ölər. Mən bu cür baxmıram. Mən tarixə baxıram, insaniyyət tarixinə. İnsaniyyət tarixi əslində savaş tarixidir. Bizim heyvanlarla fərqimiz budur ki, heyvanlar savaşa girməzlər bir-birlərinə. İnsanlar savaşa girəndə çağ dəyişər. Hər bir savaş çıxar, ciddi bir savaş çıxar, fərq edəməz, iç savaş olsun ya dışarı savaş olsun, burada tarix dəyişilər. Və insanların toplumsal olaraq beyinləri dəyişilər, yaşam yol yöntəmləri, siyasi durumları dəyişilər. Və mən fikir edirəm ki, Azərbaycanın da Güney Azərbaycanın da istiqlalı İrandan savaşdan keçəcəkdir və biz doğacağıq. Yəni mən inanıram ki, savaşsız İrandan doğmaq imkanımız yoxdur. Yəni bizim İrandan ayrılmaq, indi mən bir yerdə sərətan sözünü işlətmişəm, bəzi dostlar bunun üstündə şey olurlar, hala devam edirlər. Amma mən mötəqidəm, sərətanı əməl eləməsən olmaz, kəsib atmasan olmaz. Biz əgər istəyək İrandan ayrılaq, savaşla ayrılacağıq və bu savaş tarix də bunu göstərir ki, bu bölgənin insanları normalda o zaman ki, din və siyasət birləşibdir tarix boyu, xarici bir güc həmlə eləyən zaman xarici gücə təslim olublar. Ondan savaşmayıblar. Məsələn, bunu Həzrəti Məhəmmədin dini gələndə də görürük beləsidir, o birisi dinlər də gələndə görürük beləsidir. Çünki savaşmayıblar. Neçə ərəb var idi ki, gələ. Mən fikir edirəm ki, indi də əgər bir muğya Amerika həmlə eləsə, çünki İranda bir çox insanlar mollalardan, dindən, farslardan narazıdilər. Məncə elə qucaqlarını açacaqlar, onların peşvazına çıxacaqlar, gəlin, siz bunları İran hakimiyyətini yıxın, biz liberate edin bizi. Yəni, bu mənada azadlığı gətirin. Mən belə düşünürəm, siz nə düşünürsünüz? Çox təşəkkür, sağ olun Sayın Səfəri bəy. Yəni, mən Zəngəzur koridoru barəsində danışırdınız, ancaq başqa şey çəkdiniz söhbəti, bu İrana bunların həmləsinin. Yəni, bəzi şeylər bir-birinə ilgili ola bilər, amma istəsəniz bir başlığı, yalnız o başlığı danışaq, yalnız ondan sonra, məsələn, İrana həmlə özünə bir başlıqdır, bilirsiniz. Yox, mən onu elə ikisini bir şeydə götürdüm ki, o Zəngəzura mən niyə o cür baxıram? Çünki orada sərbazın olmağı, Amerika sərbazlarının ya silahlarının orada olması bir önləmi o qədər yoxdur. Çünki əvvələn çox deyirlər. Bunu mən baxanda o böyük nəqşiyə baxıram ki, coğrafiyada nə keçir, Azərbaycana nə təsir qoya bilər, o baxışdan baxdım. Buyurun. Mən yalnız Zəngəzur koridoru barəsində danışacağım. O da o Azərbaycanla Ermənistan bağladığı müqavilədə keçir o ki, həm Azərbaycan Xan kəndinə Ermənistana şey versin, yol versin ki, ermənilər istədikləri zaman Xan kəndinə gəlsinlər, qalsınlar, geçsinlər. Yəni, böyle bir rahatlıq sağlansın. Və bu tərəfdən də Azərbaycanın Naxçıvan bölgəsi ilə, yəni ilişkisi olsun ki, oradan da ekonomik bağlantı var. Asiyadan, uzaq Asiyadan gəlib tam Avropaya qədər yolun, yəni qırıqlığı oradandır. Azərbaycan illa, yəni yalnız nəft ilə qaz deyil, bəlkə belə hər türlü, yəni çeşidli şeylərin, malların oradan gəlib keçməsi. Bunu da o zaman Ermənistan qəbul edibdir. Ancaq Azərbaycan tərəfi bunu, bu müqavilənin bu qərardadına sadiqdir. O da budur ki, indi Ruslar indi biraz da orada qalmışlar, ancaq Rusların çoxu getmiş o sözdə
Yəni sülhə görə gəlmişlər oraya. Hər halda indiki orada qapı vardır. Yəni Qumruq qapısı vardır və ermənilər Ermənistandan Xan kəndinə rahat gəlib gedə bilərlər. Onlar iki Azərbaycan vətəndaşları, çoxlu ermənilər indi Azərbaycanda yaşayırlar. Elə həm Qarabağ bölgəsində, həm başqa rayonlarda, başqa yerlərdə, elə Azərbaycanın bütün şəhərlərində ermənilər yaşayırlar. Yəni bir şəhərdə az, bir şəhərdə çox. Ancaq və onların gəlib getmələri, o koridor açıqdır yəni. Hətta əgər istəyirlər məsələn silahdan sonra və yəni terrorla ilgili olan məsələlərdən sonra təbii onlar yasaqdır. Ancaq hətta biznes olaraq hər türlü mal, hər türlü ekonomi orada yürütə bilərlər ermənilər. Gətirib Ermənistandan tam Bakıya qədər traklar gətirə bilərlər, öz bizneslərini aça bilərlər. Yəni böyle bir azadlıq Azərbaycanda var və yalnız ermənilərə yox, hər kəsə belədir. Ancaq Ermənistan hələ də indi 2 ildir ki, bu müqaviləyə sadiq qalmamışdır. Yəni yalnız o şeyləri eləyir ki, onlara mecbur olmuş. Yəni yenilmiş, Azərbaycan ordusuna yenilmiş və onlar imzalamış. Ancaq yəni normal bir sülh sevər bir mühitdə Ermənistan istəmir. Hər zaman yoxuşa sürür, yəni yuxarıya tərəf sürür məsələn. Və bu çox problemlidir. Əlbəttə, yenə də Ermənistanın ümidi Hindistandan, İrandan aldığı silahlar və Fransadan aldığı siyasi yəni köməklərdir. Yəni başqa bir şey deyil. Halbuki bölgədə yenə də erməni dövləti, indiki erməni dövləti öbürü dövlətlərin ən ağıllılarındandır. Yəni diasporanın o siyasi baskısına mənə görə yenilməməlidir və koridorun bir türlü açmalıdır. Koridorun oradakı Azərbaycandan gələn Naxçıvana keçə, oradakı sınırları, mərzləri heç ihlal eləmir. Ermənistanın içindən keçir. Güney Azərbaycanın sınırına yaxın, Ermənistanın sınırına yaxın keçir. 5 kilometr güneyində və 5 kilometr quzeyində müqabilə belədir ki, Rusların da orada hafızı sülhləri olacaqdır. Bu normaldır. Hər yerdə belə koridorlar var. Və orada da bir problem olmasa bir sürə o Ruslar da çəkilib gedəcək. Yoldur da, orada traklar gəlir, gedir, qatar gəlir, gedir. Bu Ermənistana da yaxşıdır. Güney Azərbaycana da yaxşıdır. Və hətta İran bu qədər dəxalət edir. İran dövləti də görsə, yəni bölgədə nə qədər gəlişmə olsa, reformsa yaxşıdır. Amma İran böyle baxmır. İran daha çox xüsuməti çoxalda bilsə, düşmənliyi çoxalda bilsə və Azərbaycanı göz ardı eləyə bilsə və Ermənistanın nəqşini qabarda bilsə məntəqədə, İranın mənfəəti bunadır. İran mənfəətini böyle bəlləmiş, milli mənfəətini ki, hər halükarda bütün İran qonşularının ən başda gələn yardımcısı yəni İrana Ermənistandır. O da niye Azərbaycana qarşı? Və nə qədər Azərbaycanın başı böyle şeylərlə məşğul olsa, bunda Güney Azərbaycanın yaxşı bir nümunə ola bilməz. Necə ki, 20 il öncədən siz baxasınız, hətta işğal zamanına baxasınız, 30 il öncədən Azərbaycan hər zaman bununla məşğul idi. İşğal məsələsində %20'si işğal idi. Yəni Ruslar da bu məsələni elə öyle istəyirdilər, status quo qalsın istəyirdilər. İndi onlar dəyişmiş. Mənə görə Ermənistan dövləti daha da ağıllı davranmalıdır. Həm erməni millətinin, orada yaşayan millətin mənfəətinə, həm bölgənin yəni barışına görə və orada yəni Azərbaycanın orada o koridor məsələsi heç kəsin zərərine deyil. Yəni heç bir nizam bir şey də deyil. Heç yəni o İran dövləti ki, bu qədər səslədə salıb, hətta İranın lideri Xamneyi də bunu dedi ki, biz razı deyilik orada mərzlərin dəyişməsinə. Əslən, mərzlərin dəyişməsi söz konusu deyil. Sayın İnsafları bəy, bölgədə keçən 50 ildə, 60 ildə, yəni Azərbaycanla, yəni hətta Sovyet zamanından bu yana mərzlər dəyişməmiş. Elə Azərbaycanın bu qədər şəhid verməsinin, bu qədər 1 milyon qaçqının ona görə idi ki, o mərzlər dəyişməsin. Çünki ora, o Qarabağ bölgəsi Azərbaycanın bir parçasıdır və dünya onu qəbul edir. Ruslar arası siyasət və qurallar bunu qəbul edir ki, Ermənistanın sınırı odur və Naxçıvan odur və Azərbaycan. Yəni, böyləsini qəbul edir. Azərbaycan bu sınırları dəyişdirmək istəmir. Azərbaycan heç zaman geçən 100 ili, Azərbaycanın birinci dövləti və ikinci dövlətində də geçən, yəni 30 ili, 34 ili Azərbaycan heç bir savaşı başlamamış. Yəni, heç bir savaşa girməmişdir.
Düzü budur. Hangi savaşı başlamış 1991'den indiyəcək? Yalnız difa halında olmuş, toprağı işgal olmuş ve savaşa girmiş. Mecbur olmuş savaş ve yenilmiş savaşta. Topraklarını elden vermiş. Minler insan elden vermiş. Yani çok pis vəziyyətdir. Mən oraya getməyim. Məsələ budur ki, Ermənistan devleti ərz elədim gənə də Hindistandan, İrandan aldığı silahların ve siyasi support işi alır. Bazen batıdan, batının çok yerlerine, illa da Fransa'dan. Böyle yokuşa sürür meselelerini daha çetinleştirir ki galiba bu bölgenin jeopolitikini değiştirecek bir meseledir. Asla öyle değil, bütünlükle ekonomik bir meseledir. Ve bunu Ermənistanın ağıllı devletçiler de bilirler ki bu Ermənistanın menfaatinadır. Oradan gelip geçipler transit alacaklardan. İndi o yollar İnsaf Ali Bey Güney Azerbaycan'dan geçir. Geçir. Oradan Güney Azerbaycan'dan gelir. Azerbaycan Cumhuriyeti'nden gelir. Güney Azerbaycan'a oradan da geçir. Gedir Naxçıvana. İndi traklar, o tırlar gelir oradan geçir. Ama İran her zaman böyle istiyor. İran her zaman istiyor o bölgenin tansiyonunu yukarı tutsun. Ve Ermenilerin nefine. Bunu başaramamış. Yani bu meselede İran başarılı olamamış. Ama Güney Azerbaycan'da çok meseleleri başarılı olmuş. Bilirsiniz ki ağır. Şimal Azerbaycan'a da sızmış, rəxnə eləmiş Hüseyniyun meselesini, ne bileyim Hüseynçiler meselesini, Güney Azerbaycan'ın imam cümlelerini necə seçmiş. Orada yani Güney Azerbaycan'ı hemen iki parçaya bölmüş ki İrançılar ve Azerbaycançılar. Yani bunu İran devlet eləmiş. Bu böyle değil. Orada yani necə olasan ki, Güney Azerbaycan'da olasan İrançı olasan. Ama bilirsiniz şimdi ben de bir giriz vurum Zəngəzur meselesinden eşiğe, o da bu şey. Mesela indi olimpik geçir orada. İran'ı bir kadın temsil ediyor. Galiba bürüş almış, medalya almış. Ama Zəncandandır ailesi. Ve Güney Azerbaycan'dan birileri beter halhaleyle, bütün şeyle salmışlar ki ay bir Azerbaycanlı başarmış olimpiyada. Ama bu kadının her yerinde yazmış İran'ın bu kahramanıdır. İran kazanmış. Ben bunu örnek olarak getiririm. Ve o kadın özü de ağzından indiyəcən çıxmamış ayda hiçbir yerde bu Azerbaycan söhbəti yok. Azerbaycan yoktur orada. İran varsa biz bunu yüzler dəfə deyim ki Azerbaycan yoktur. Çünkü geçen yüzyıla baksaq görərik ki İran varsa Azerbaycan yoktur. Yani hatta o Azerbaycan tarih topraklarının üstünden adları kaldırmışlar da. Erdebil var, ne bileyim Sava var, ne bileyim bilirsiniz Kereç var, ne bileyim Gezvin var, Həmədan var, Zəncan var. Yani Azerbaycan yoktur. Yani bunu anlamak çətindir. Ama İran güneyde bayağı müvəffəq olmuş, başarılı olmuş ki yani bu Azerbaycan'ı İranlılaştırmağa. Ancak bu sınır meselesinde milleti yahaldır, yalan deyir İran devleti. Zəngəzur meselesi, sınır meselesi değil, bütünlükle ekonomik meseledir. Ama İran ister ki elə o tırlar, o şeyle İran'ın kontrolünde gelsin. Ve İran her zaman ona edebilsin, nezaret edebilsin. Siz çok güzel bir mesele işaretlediniz, ben de ona işaret edeyim. Bunu defalarca danışmışıq, belki her cələsə danışmalıyıq bunu ki, İran devletinin, İran Fars Şia devletinin geçen yüzyılda Mehmet Reşad dahil, Rıza Şah dahil, bunlar da dahil. 2 tane sadiratı olmuş dünyaya. İlla da burada şiddet tapmış. 2 tane sadiratı, 2 tane yani ihracatı olmuş Türkiye'den değiller. Biri uyuşturucudur ki bunu bedenine çəkirlər, ne bileyim tiryeyindən, heroindən ve başka şeyler ki adını bilmirik. Onun da yol alacağı Türkiye tarafındandır ve Kafkas tarafındandır. Yani o Avrupa tarafı. Çünkü Irak tarafından çok uzun bir hikayedir. Onun gene de Türkiye'ye getirirler, ya Suriye'den Türkiye'ye. Her halükarda ondan geçercidir. İran devletinin geçen 45 yılda ve ondan da çok ihracatının en önemlisi bu olup. Bunun yol alacağı yani koridoru Ermenistan'ın Azerbaycan'ı işgal edildiği durumda oradan geçtiğine göre ve resmi merz olmadığına göre İnsaf Ali var. Zəngilan tarafını merz edilir. Zəngəzur'un doğu tarafını. Resmi merz olmadığına göre, işgal altına olduğuna göre ve hiçbir kanun oraya işlenmediğine göre bunlar meseledir. Yani hiçbir kanun orada yoktur. İşgalçı askerdir ve ne Ermənistan oraya mesuldur bir türlü.
Ben o zaman deyirəm ki, 30 illərcə deyirəm. Azərbaycan da şuraya heç görə bilməz. Heç bir dövlətin de orada bir şey haqqı yoxdur. Oradan gəlib keçirirdilər bunlar. Və Ermənistanın quzeyindən gedirdi. Bu, ne bileyim, gene de bu uyuşturucu, əsrar deyirlər. Uyuşturucu gəlir. İkinci de bu, gene de din meselesidir. Ki İran versiyonu, İran çeşidi, ne bileyim, Hüseyni yunu, Fatimi yunu, Mələvi yunu, bu yunu, o yunu. Ve bu milleti orada meriz edir, xəstə edir öz devletlerine karşı. Ve orada yani yeni bir grup yaradır ki, onlar o milletin bir parçası değiller. Ümmetin bir parçasılar. Ümmetin de başı kulağı belli değil hardadır. Yani mesela ümmete baksak, indi Arap dünyasının böyle savaşçılarından birisi, düşünürlerinden birisi, bir grubun rəhbəri İsmail Hani öldürülmüş. Heç yerde əza-i ümumi elan olunmamış. Baxırıq. Ümmət ərz edirəm, o ümmətin boş söz olduğunu, o İran'ın dediği ümmət İslamının yalan olduğunu. Ama bilirsiniz Türkiye'de bir gün əza-i ümumi elan olundu. Ki bu da çok büyük bir səhvidir. Türk milletinin baş aşağı edicidir. Ve İran'da da 3 gün oldu. Biz Arabistan'da görürüz, yani dünyada Arap ve İslam, Araplik ve İslam Arabistan'dan başlamış. İndonezya'dan başlamamış. Ve bu her yerde görmürük. İran devletinin amaçları budur. Hatta arz elədim, o Zəngəzur koridorunun bölgenin mərzləri də yalan deyir. Ve orada milletin efkarını teşviş edir ki, hem Güney Azərbaycanın hem Şimali Azərbaycanı bulandırır suyu. Ve o müqabiləni Ermənistan hər halükarda qəbul etməlidir. Çünkü arz elədim, onların içinde de ağıllılar bir türlü müvəffəq olmalıdırlar. Və mənə görə bölgəyə Türkiye'yə də yaxşı, Avrupa'ya da yaxşı, yalnız Azərbaycan məsələsi deyil. Və əlbəttə Azərbaycan nə qədər rifaha və yaxşı yaşama yetişə bilsə, Güney Azərbaycana daha çox örnek olarsa və Güney Azərbaycana yaxşıdır bu koridorun olması. Nə qədər İrandan bu tırlar gəlir geçir, bu Güney Azərbaycana yaxşı deyil. Çünki ora, zaten biz Güney Azərbaycan deyirik. Orada İran deyirlər. İrandan gəlir geçir. Və bu bizə yaxşı deyil. Buyurun, Səfər bəy. Çox olun, gözəl işarə ediniz o əsrar ya narkotik maddələr, məvaddı müxəddirə. O da önəmli məsələdir. Geçən həftədə 3-4 ton bu haqda Türkiye ya Azərbaycandan, yəni Ermənistan ki demir nə qədər oradan geçmir. Oradan məvaddı müxəddirin geçməsinin qabağını alıblar. Siz də çox işarə buyurdunuz. İranın əskidən Oğuz bəy həm X-də, həm eşikdə 2 dana siyasəti var. Bu siyaseti, stratejisi var əslində. Bir budur ki, insanların fikrin özünə tərəf çəksin, ideoloji versin, din sadir eləmək, siz dediniz ha, şiəliği sadir edir. Ya o cür baxışı, ifrati baxışı sadir edir. Dəqiqən onun ixracatı ya ihracatın biri odur. Bunu içəridə də bir şey görür. Yəni oradan ki, başarır insanları dinçi görsətsin öz amaçları yolunda. Yəni dinçi olmurlar, dinli olmur. İran geçən 40 ildə dindən uzaqlaşıbdır millət olaraq. Yəni orada millətlər ki yaşırlar, o millətlər dindən uzaqlaşıblar. Amma bir tedad insan, bir sayısı bəlli deyil. Bunlar hakimiyyətdən mənfəət qazandıqları üçün bu ideolojinin üstünə bu ifrati, exaggerate olmuş siyasi və terörçü, yəni terörçü niyə deyirəm? Buna görə ki, məsələn, görürsünüz ki, xiyabanda tökülürlər, 14 yaşında qızı dünən bilməm videosunu gördünüz, yox, dünən İsrail gün yayılıbdır. Məsələn, onu vurmağı dinçilik bilir. Ya bir dana qadının başının tükün yolmağı dinçilik bilir. Ya birin vurub öldürməyi dinçilik bilir. Mütəəssifanə bunu içəridə və eşikdə, dünyada bunu yaymağa çalışır Türkiyədə, Azərbaycanda, çox dövlətlərdə, hətta bu Kubada belə pul gücü ilə, bu cür mərasimlərlə insanları gətirək bir nəsli dinçi eləyək, sonra bunlardan siyasi faydalana bilirik. Onun üçün Türkiyədə çox sərmayə qoyubdur İran. Azərbaycan Cumhuriyyətinə çox sərmayə qoyubdur. Bəzi məmləkətlər, hətta Afrika məmləkətlərində çoxlu sərmayə qoyubdur. Bu, özünə bağlı olan adamları orada saxlasın. Onlardan həm vəfadarlıq gözləyəcək, həm də fədakarlıq
Yəni onlar lazım olanda İranın nəfinə, İranın mənfəəti uğrunda ölümə gedəcəklər. Terror eləyəcəklər. Məsələn, indi gördünüz bir, əgər iştibah eləmirsəm, haralı idi bir o Trump'ı terror eləmək üçün tutdular. 2-3 gündə elan edirlər xəbəri ki, bir nəfər istəyirmiş terror eləsin, amma İranın adamıdır. Məsələn, o bunlar... bağlantını tapmışlar da. Bəli, o yox, Azad bir ayrı adamdır. O cavan uşaq ki vurmuşdu, o yox. İndi birini tapıblar ki, bu istirmiş öldürsün. Mutabıda, əgər səhv eləmirsəm, indi Kamil yadımda, fikirəm Pakistanlıdır. Fikirəm, Kamil yadıma düşmür. Amma məsələn, bu eyni o adamlardılar ki, ora bağlıdılar. Yəni İrana bağlıdılar. İran bunları çox rahatca ala bilir. Behişdə gedəcəksiniz. Allah sizdən nə olacaq, nə olmayacaqdır. Yəni nə cür zəmanət verirlər ki, bunlar Allah tərəfindən kağız verə bilirlər ki, Allah sizi göndərəcək behişdə. Bu öz bir məsələdir. Amma insanlar inanırlar. Yəni insanlar o qədər... Üzr istəyirəm. İstəsəniz elə o narkotik məsələsini geçdik, değil mi? Ora gedib. Elə biri odur. Yəni həqiqətən, yəni nə fəqət istəyir koridor kimi işləsin İran, oradan yəni geçirsin Avropaya. Həqiqətən Azərbaycan Cumhuriyyətindəki milləti də istəyir elə o İrandakı necə eləyib. Çünki müvəffəq olub da İranda indi əksərən hamı bir şey çəkirlər. Yəni hətmən ağzına gərək bir şey qoysun. Aslında ona öyle gəlim ki, birincisi siz buyurdunuz, onlar siyasi dinçilik, o doğrudur. Həm içəridə var, həm eşikdə. Məvadlı müxəddir deyini, Doğuz bəy. Eyni siyasətdir. Yəni onlar için dövlət özünə ala bilir, alsın. Yəni özünə bağlaya bilir, ideolojik olaraq, düşüncə olaraq, mənfəət olaraq özünə bilir, bağlaya bilsin, bağlayasın. Onlar için bağlayanlar, onları muhtad eləsin, onu narkoman eləsin, onları əsrarcı eləsin. Yəni elə cidden istəyir elə onu mühtad eləsin. Yəni millətin bir parçasını bu cür eləsin. Mənim, o İran belə bölürdü. Ya onlar için məndəndirlər, onlar mənim üçün savaşmağa gedəcəklər, bunlar mənim ideolojimi qəbul eləməlidirlər, mənim üçün savaşmalıdırlar, mənim üçün ölməlidirlər. Onlar üçün mənlə müxaliflər, onları mən gücünü azaltmalıyım, o dövlətlərin, o millətin nə cür əsrarı, məvadlı müxəddiri, onları narkoman eləyəcəyəm, onları muhtad eləyəcəyəm, onlar dövlətlər o gücdən istifadə edə bilməyəcəklər. Baxın, bu çox böyük bir stratejidir, Oğuz bəy. Necə, baxın, o Klaşinkov'u düzəldəndə Klaşinkov'la Amerika silahlarının bir fərqi var, bilirsiniz. Amerika silahları ilə birini vursa ölər. Məsələn, JS İran ordusunun silahı idi şah zamanı. Onunla bir nəfər vursa ölər. Çünki qabaqdan dələndə daldan böyük partlılar çıxar eşiyə. Amma Klaşinkov'la vursaz, hətta dəlib keçməz o yüzden. Qalar burada içəridə. Yəni, məsələn, qolun burasına dəysə, buradan bilətlər. Dediniz, bilirsiniz, yox, bilmirəm. Mən silah gələnlər... Klaşinkov əsən beləsidir. Klaşinkovu belə düzəldiblər ki, bu Klaşinkov gülləsi fərət yaralar, yaralananda o məmləkətin bir büdcəsinin bir çoxu, personelinin bir çoxu yaralıları saxlamağa gedər. Bu özü bir siyasətdir silahdan. Bu bir şeydir. İndi ikinci şey vardı, İran deyir ki, adamlar narkoman olsalar, yəni məvadlı müxəddir məsrəf eləsələr, İranda deyirlər muhtad. Muhtad olsa buna o dövlətə fayda verə bilməz. Orada savaşa gedə bilməz. İkinci, bu mərizdir. O millətə müşkül yaradacaqdır. O millətə mali müşkül yaradacaqdır. Gələk bunu saxlayırlar. Malının pulunun da biraz gedəcək belə şeylərdə də zəhri. Sinirli də gedəcək buna. Dava dərmanı da gedəcək buna. Budcası da gedəcək buna. Yəni, böyük bir budca. Məsələn, fikrin ki, siz, məsələn, İran müvəffəq olan ildə 100 min ton, 200 min ton ora məvad müxəddir Avropaya göndərər. Bunları məsrəf eləyənlər orduya gedə bilməzlər. Çünki orada savaş adamı olamazlar. Bu bir. Bunlar mərizdirlər, hamısı xəstə olacaqlar, xəstədirlər, yəni muhtad olmaq ya narkoman olmaq özü bir o xəstəlikdir. Bunların davaya ehtiyacı var, dərmana ehtiyacı var, saxlanılmağa ehtiyacı var, bunları yedirtmağa ehtiyacı var, apar, gətir. Bunlar hamısı o sistem ki vardı, sağlıq sistemi, ora böyük bir xərc qoyur. Yəni, əgər bir dənə ordunun, eləyə bilərlər bir dənə millətin %10'un muhtad eləyirlər, narkoman eləyirlər, görün ki, o millətə nə qədər ağır büdcələr təhsil eləyəcəkdir, onun silah gücü, savaş gücü, ekonomi gücü gələcəyə şayət, çünki pullar gedir, burada bir xəstəlik yaradıbdır. Fikrin ki, məsələn, beləsi deyim, Covid dünyanın neynədir? Elə onu görün ki, dünyanı tətilə çəkdir. Siz eləyə bilsək, bir dənə toplumun 80 milyondur, onun 8 milyonun
Məsələn, Türkiyədə 8 milyon insanı narkoman eləsələr, o toplum nə duruma düşər? Yəni, çox bir əcibə duruma düşər. İranın siyasətini... Siz də gördünüz də bu, yəni yaxalanmış, hələ o yaxalanmışları biz Bəli. Azərbaycana nə qədər narkotik maddə göndərirlər. İllərdir, bəlkə 35 il olar, Türkiyə ilə İranın bir müqabiləsi var. Bəzi tırlar ya bəzi konteynerlər İranda və Türkiyədə iki tərəflidir. Bilmirəm nə sisteminə, bunlar möhrümum olarlar. Bu möhrümumu aşmaq olmaz şeydə, sınırda. Qərardatdır. Məsələn, iki dövlətin arasında fərz buyurun ki, əgər üstündə oraq əksi olsa, ya çəkiş əksi olsa, ya nə bilim, qılınc əksi olsa, bu açılmayacaqdır. Ya filan kompaninin kağızı olsa açılmayacaq. Məsələn deyirəm, onlar açılmaz. Hətta bir dəfə İdarə İttilaat Təbrizdə istəyirdilər, görürlər ki, mən Türkiyənin casusuyam və yox, bunu imtahan elədilər. Mənim yanımda, məsələn, bunlar ittilaat verdilər bir-birlərinə ki, bu günləri 2 tir gedəcəkdir bu şeylə. Bunlar məbaddə müxəddir aparacaqlar, mərzidən getirdəcəklər Türkiyəyə. Məsələn, görürlər ki, mən bu xəbər, o tutulsa, mən bu xəbəri vermişəm bunlara. Məsələn, mən də bunu, bunlar məndən müstəqim danışmırlar da, ayrı adamla danışır, amma mən burada eşidirəm. Yəni, mən bir mövqeyiyyətliyəm ki, əlbəttə onlar məni tanırlar, mən də onları tanıram. Yəni, onlar, məsələn, öz sözlərinin arasında bir-birlərinə belə bir ittilaat verirlər ki, məni bir şey eləyərlər. O zaman mən bildim ki, belə bir müqabilə var, onu axtardım, yəni, qəziyəni. Əlbəttə, mən Türkiyəyə xəbər vermədim, özümü qorumağa çalışdım. Və belə gördüm ki, orada bir müqabilə var. O tırlar ki, ya o konteynerlər ki, üstünə bir əlamətlər ola, ki, onu gümrükdə biləcəklər təbiətən, onlar açılmayacaq, baxılmayacaq. Bəzən ki, siz görürsünüz, Azərbaycandan bilmirəm, Türkiyədən bilirəm, Azərbaycanı bilmirəm. Bu həftə nə qədər yaxalanıbdır Azərbaycan sınırında xəbəriniz var. Bəli. Bir də xəbəriniz 2200 kilo Türkiyədə tutulubdur, elə biraz da ona yaxın Azərbaycan Cumhuriyyətində tutulubdur. Ton yəni bu. Bəli, ton ərzək. Bunların hamısı elə Avropaya gedəcək deyil. Onlar o Əsla. Dediyiniz kimi oradakı milləti bədbəxt eləyib və səfalətə salmaq hədəfi ilə göndərilir buraya. Bir də xəbəriniz oldu ki, orada hətta yəni çatışıblar sınırda, Azərbaycan əskəri ilə çatışıblar, xəbəriniz var? Azərbaycanla Ermənistan arasında yox. Narkotik daşıyanlar Azərbaycan əskəri ilə sınırda onlar ki, yaxalanmışlar. Normalda elə olur. Yəni, bəzən Azərbaycan videoda bunlardan çəkir, yayır. Hətta dənizdə də tutanda, ya şeydə də, bəzən dənizdən qaçırdılar, çox şeylə də getmirlər, yəni torpaqdan geçirtmirlər, bəzən dənizdən də olur. Azərbaycan dövləti də bunları kəşf eləyəndə video götürür, yayır. Amma bunların çoxu o zaman yayılır ki, Oğuz bəy, o tırlar açılır. Yəni, bir dənə indi Türkiyə bir iş görür, ya Azərbaycan bir iş görür, o da bu şey, o tırlar ki, o müqabilə üzündən keçəcəkdir. Bunların bir köpəkləri olur ki, o iyləri silah qoxusun ya o narkotik maddələrin qoxusunu alan itlərdən faydalanırlar, köpəklərdən. O köpəklər onu təşxis verəndən sonra onları aça bilirlər. Yəni, çünki o tırlarda qərar deyil narkotik maddələr ya silah aparılsın, belə nəzərə gəlir. Amma beləsi olanda açırlar, bəzi meçinlərdə. Sizin bu məsələyə diqqət çəkməyiniz ki, yəni İran dövləti, Azərbaycan Cumhuriyyətində və Türkiyədə yəni bu qədər narkotik maddə müxəddir soxmağı yalnız mali məsələ deyil. Bəlkə oranın sağlıq sistemini, o qəza sistemini və dövlətini bir türlü müstəhsəl etmək amacı iləndir. Bu çox yaxşı yerə diqqət çəkir. Toplumsal sistem, Oğuz bəy. Ailələrini müstəhsəl eləsin və buraya diqqət çəkməniz doğrudan yaxşıdır. Yəni. Son zamanlarda Oğuz bəy, keçən illərdə İran, üzrən bu biraz açıq danışılır, amma yəni toplumsal mərəzliyi göstərməli, xəstəliyi göstərməlidir. İran keçən 16 il, 17 ildə fuhuş sadir edir. Bu da bir yeni sistemdir. Həm parasına görə, həm də
o insanlardan information toplasınlar diye. O da var. Aile 14 yaşından kızlar var ta 50 yaşınacan ve indi bilirsiniz en büyük yer ki İran ora fuhuş sadir edir. İndilikdə geçen 10 ildə üst-üstə Türkiye'dir. Hatta indi o yere getiriblər Ama ki şey de eşitmişim bu Arap Emirliklerine. Onlar qabaqdan var idi. Onlar qabaqdan var idi. Hətta onlara fətva da vardı. Belə həlaldır onlara getmək, amma həm ciddi. İndi hətta İranlılar bəzən bu tür işlər üçün gedərdilər şeyə, Tayland'a. İndi Tayland'da bunlar Tayland'a göndərirlər. Yəni qız göndərirlər, xanım göndərirlər Tayland'a. Deyirəm ki, reklama geçelim. Yok. İstədim deyəm ki, yəni üçüncü tane xəstəlik budur. Mütəəssifانه AIDS xəstəliyi da gedir buradan Türkiyəyə. Qabağı alınmır. İranda bilirsiniz şeydir, sağlıq kontrol olunmur. O şeydə ayrı məmləkətlərdə o xanımlar ya o erkəklər ki bu işlədilər, onların sağlığı kontrol olur Oğuz bəy. Yəni xəstəliklər ayrı adamlara getmir. İranda çünki bu qeyri-şər'idir və qeyri-qanunidir zahirdə. Onun üçün orada olur. Hətta onların istilahları var. Xala deyə bir istilahları var. Onlar ki bunları satırlar, onlara da xala deyirlər. Bilmirəm erkək olsa indi nə deyirlər. Bir reklama geçelim. Tamam. Doğrudan deyirəm də. Çox əziz yoldaşlar, siz Güney Azərbaycandan baxış proqramının 109-cu bölümündəsiniz. Yoldaşların öz yoldaş listəsində hər kəs ki var, onu çağıra bilirlər. Və hər kəs ki istəsə, görüşü olsa, sorusu olsa və eleştirisi olsa orada yaza bilər bizi. O yoldaşlar ki tanıyırıq öncədən, onları işdə çağıra bilərik, tanışsınlar. Onlar ki tanımırıq, bu həftə sürəcində bizə yaza bilərlər ki, onlar da gəlib qatılmaq istəyirlər görüntülü olaraq. Və hətmən də ki biz heç bir sıxıntımız və məsələmiz yoxdur məsələn. Hər kəsə səlamlar, sayğılarımızı sunuram. 109-cu bölümdəyik. Çox sağ olun yoldaşlar ki orada arada biz danışa görüş ilan edirlər, onları oxuyuruq və onların barəsində danışmağa çalışırıq. Hər kəs ki səlamlar, sayğılar yazırlar değişik yerlərdən, dünyanın değişik məmləkətlərindən, şəhərlərindən hamısına bizim də salamlarımızı, sayğılarımızı, sevgilərimizi sunuruq. Proqramımıza davam eləyək. İndi Səfəli bəy. Bir az arxalıq, bir zərrə dalıya çəkilsəz, o görsənməyəcək. Yəni sonra yayınlarda görsənməyəcək. Dedim çox məhəbbətli olsun, belə yaxına gəldim. Yox, sağ olun. Mən 2 gün öncə, çünki biz keçən həftə danışırıq da, 2 gün öncə bir xəbər oxudum. İraq parlamentində bu Şiə alimləri və müsəlman alimləri ki, onlar alim deyirlər də, biz onlara cahillər deyirik. Bilirsiniz ki, əlləmələrinə də cəhalələr deyirik. Məsələn, əlləmə təba-təbai. Ən çox cahil adama elə deyirlər. Onlar bir taslaq məclisdə dövlətə verirlər ki, Irak'ta siz o yaşı dediniz, 14 yaşında, 5 yaşında, onda mənim yadıma düşdü bunu deyəm. Evlənmə və orada siğə də var da bu Şiədə. Çox iğrənc bir hükümdür. Yəni bir türlü fuhuşun və fahişəliyin daha bir türlü qanuniləşməsidir. Mesela neçə saata və ya neçə günə bir qadın həmən alırsan pulunu. Yəni zaten İslamda qadının qadınsa yoxdur İslamda. Mesela biz Həzrət Məhəmmədin anası Həzrət Aminə xanımı tanıyırıq. Xanımısı, özündən çox yaşlı xanımısı Xədicə xanımı tanıyırıq. Və qızı, qaliba qızı olan Həzrəti Fatimə xanımı tanıyırıq. Bir də bu Kərbəla hadisəsinə görə qaliba 2-3 dənə başqa qadın tanıyırıq. Həzrəti Zeynəb və ya əgər varmış öyle bir Həzrət Rüqəyyə, onun varlığı yoxluğu şey deyil, təsbit olunmuyubdur. Bir də Həzrəti Səkinə ki, onun varlığı təsbit olunmuş, musiqi ustadıymış.
Həzrəti Səkinə xanım. Bu qadınlardan sonra, bu da olur yəni hicrətdən bir 10 il, 20 il, 30 il sonra böyle yavaş-yavaş geçir. Da biz İslamda qadın adı tanımırıq. Əgər hər kəs tanıyır, məni aydınlaşsın. Vardır, tarihte İslam tarihinde kadınlar Evet. çoktu. Sümeyye vardı, Evet. işkence altında ölüp bir Onlar hamısı İslam, onlar hamısı İslamlar Məkkədə olmuşlar. bəli. Mesela herhalde İslam tarihinde. Yani İslam tarihinde hem menfi hanımlar var. Yani İslam'la muhalif olanlar var. Mesela Ebu Cehil'in hanımısı bir, ne bileyim, o birisi hanımlar ki vardılar, tarihte adları var. Ha böyle Müslüman hanımlar var. Onlar da savaşa giden hanımlar var. Savaşta huzurları olan hanımlar var. Bunlar da var. Ama o işaret elədiniz məsələ o İslamdan sui-istifadə eləmək və qızları satmaq. Yox, mən sözümü yetirə bilmədim, mən bilirəm. Bir də yoldaşlar da deyirlər ki, mən çox yavaş səsilə danışıram, ona görə. Sağ olun. Və müsəlmanların anası Ümmül Müminin Ayşə xanımı, mən Həzrət Ayşə xanımı unutdum. Hər halda bu 3-4 qadın ki, Həzrət Məhəmmədin ətrafında vardılar. Onlardan sonra ki, bəzisi biznes qadınıdır. Məsələn, Həzrət Xədicə kimi. Biz onu businesswoman kimi tanıyırıq, biznes qadınıdır. Və ya Həzrəti Ayşə kimin savaş qadınıdır. Siyasət. Biz onu siyasət və savaş qadınıdır. Biz onu hardan tanıyırıq? Savaşdan tanıyırıq. Cəmal savaşını. Hər halda bunlardan sonra və bəzi və biraz öncə ərz elədim Həzrət Səkinə xanım ki, musiqi ustadıymış və ərəb musiqisinin bəzi ustadları onu Hüseynin qızı Səkinəni ustad yazıblar öz yazılarında. Ondan sonra, yəni bunlardan sonra, yəni çox az seyrək, ta gələsiz 1000 ildə biz nə düşüncə sahibi, nə biznes sahibi, yəni bir dənə biznes eləyən yoxdur. Çünki bu, yəni necə ki, öyle deyilir ki, bu qulağı tüklülər deyirlər ki, İslamdan öncə cahiliyyət əsri varmış. Bizə görə cahiliyyət ondan sonra başlayır. Qulağı tüklülər deyirlər ki, cahiliyyətdə qadınları, qızları gömürmüşlər, quyulurmuşlar torpağa. Bizə görə İslamdan sonra quyulanıbdır torpağa. Necə ki, parayla gedib ala bilərsən. Düz 100 il öncəyəcən, yəni Osmanlının da son illərinəcən, 100 il olmamış yəni. Düz öyle bazar var idi İstanbul'da, giderdin hansı qadın istəsən alardın. Və ya bütün İslam məmləkətlərdə hansı qadın istər, bazarda giderdin qadınlar. Elə belə neçə il öncə həm şeydə, şəhərin adı yadımdan çıxdı, həm şeydə, Hələbdə və o başqa yerdəki güya Daesh işgal eləmişdi, bu aşırı İslamcılar. Orada bazar var idi, istədiyiniz qızı, qadını ala bilərsiniz. Yazidi qızlarını, Kürt qızlarını, Türkmen qızlarını orada satırdılar və bunlar hamısı dokument olunmuşdular. Məsələ budur ki, yəni İslamda qadın vəziyyəti belədir. İslamda qadına xitaben bir cümlə yoxdur. Ki, siz yəni adam hesablanırlar. Oğuz Bey, mən biraz ters baxıram burada. Dünyada o tarixlərdə... Olsun, mən sözümü yetirəcəm Ərəb məclisinə sonra. Olsun, mən bilirəm ki, değişik düşüncələrimiz var. Elə sizlə mənim, hər kəsinin də bu normaldır. Amma mən düşüncələrim, mən deyim ki, İslamda qadın həmən yoxdur. Yəni, qadını erkəyi təmsil edir, ricalı qavvamun alən nisa. O, ona qaimdir. Ona görə çox da öyle bütün insan deyil. İslamın jurisprudensində də, yəni fiqhində də təbii ki, nə fəqət şahidlikdə, hər şeydə həmən yarıdır. Və İslamın ən böyük kitablarında açıqca mən deyəndə hər kəs oxumuşlar, bilərlər ki, hardadır. Necə qadınlardan nəsihət almayın, qadınlarla şey etməyin, məsləhət etməyin, onların ağlı azdılar. Açıqca cümlədir bu. Onların ağıldan naqisdirlər. Bu kələmə gəlmiş. Və bu İslam kitablarını bilən bilir ki, hansı kitabdan deyirəm. Hər halda, Ərəq məclisi Ərəqdə 15 imiş evlənmə və ya siqə yaşı. Onu 9-a endirmək taslağını vermişlər
devlete veya onun üstünde çalışırlar. İran'da 9'dur bilirsiniz. İran'da siz 9 yaşında 10 yaşında bir kızı şey edebilirsiniz. Yani kanunen. Ya çünkü İslam'ın kuralları budur. Herhalde ben buna istedim sizin de görüşünüzü eşitəm. Ben bir gazette okuyordum. Yazmış ki insaf değil insaf hali olmasın. İndi insaf değil ki sizin de nəzərinizi eşitməyək. Buyurun. Çox sağ olun, təşəkkür edirəm Oğuz bəy. Mən tarixdə Oğuz bəy qadın insan hesab olmayıb. Məsələn, o tarixçi bizə deyiblər Yunandan, Cumhuriyyə Yunan Cumhurisi, orada xanımların yeri yoxdur. Və xanımları daimən alıb satarmışlar. Və bu son illərəcən, yəni 50 il bundan qabaq bu Avropada da, 50-60 il bundan qabaq bu Avropada da satarmışlar. Yəni çox yaxın zamanlara qədər. Amerikada da satarmışlar. Və bilirsiniz ki, insanı da bunu dəfələrcə mən demişəm. Mən də bunu bir profesordan eşitmişəm, Amerikalı profesor ki, Dr. Seyyid Cəvadi Miri Minəqin qonağı idi. O danışdırırdı, oradan eşitmişəm. O deyir ki, bunlarda müsəlmanlarda qadınları alıb satardılar. Şeylər də, Məsihlər də. Amma Məsihlər qadını adam bilər. Üstünsəm, müsəlmanlar qadını adam bilərdilər və insan bilərdilər. İnsan ruhu var bunda. Onu alardılar, alıb ondan uşaq sahibi olardılar, arvadları olardı, ona mal yetişərdi, filan yetişərdi, ölsəydi əri. Amma şeydə yetişməz. Məsihiyyətə adam hesab olmazdılar. Yəni əsla. Deyib iki yerə bölür. Bir deyir ki, bu Amerika Latinlilər əcəba adamdılar, adam ruhları var, qərələr adamdılar ya adam deyirlər. Axır bu nəticə yetişilər şey, Amerika Latində olanlar, Cənubi Amerikada olanlar, bunlar adamdılar, adam ruhları var, amma geri qalıblar. Onları insanlaşmaq gəlir, yəni onları məsihilədəcəklər və dillerini değiştirəcəklər. Amma qaralar ki, Afrikada onlar adam deyirlər, adam ruhları yoxdur, onları heyvan kimi alıb satacaq. Və onun əsasında bu tür şey. Amma İslamda siz bu tür bir danışıq fikir olarak görmürsünüz. Amma biznes olarak adamları tutmaq, oğurlamaq, aparıb satmaq, almaq, onlardan fayda düzəltmək, bu hər şey toplumda var. Hər şey toplumda. Amma Qur'ana gələndə, İslam'a gələndə xanımların böyük yeri var. Məsələn, siz Qur'anda Sure-i Nisanı görürsünüz. Xanım surəsi, xanım, qadın surəsi, kəlməsi. Məryəm surəsini görürsünüz. Məryəm bir qadın adıdır. Onun adına bir surə var. Siz Qur'anda şeyi görürsünüz. Daha nə var? İndi yadıma gəlmir. Zehnim üstündən danışıram. Çoxlu ayələr var qadınlar üçün. Musa'nın qadını var. Orada təmsilçisi. Quran qadın, nə qadın kitabıdır, nə erkək kitabıdır. Üst-üstə biri də nağıllardan danışır, tarixdən danışır. Ya sembolik bir şeyləri deyək danışır. Orada məsələn Fironun xanımından danışır, Musa'nın nənəsindən danışır, o birisi peyğəmbərlərdən danışır, nə bilim qızından danışır, o İbrahimin arvadlarından danışır ki, hətta məsələn mən bir dəfə dedim, İbrahim peyğəmbəri məsələn yalan danışmağın Quran göstərir. Yəni əslində demir ki, məsumdur, yox, məsum sözü yoxdur. Deyir ki, yalan danışır, çünki öz arvadını danır. Firon da onun yalanlığı kəşf edir. Deyir ki, niyə deyirsən ki, öz arvadı deyirsən mənim ya xalamdır, ya nəmənəmdir. Bilirsiniz, onu da oradan Misirdən təbid edir. Qoymur Misirdə qalsın. Biraz da pul verir, deyəcək ki, xoş gəldin. Bura yalan danışanlara mən Misirə qoymuram. Hər halda, istirdim orasını deyəm. Amma təəssüflə, İslam tarixində hər kəs öz düşüncəsi deyib bu İslamdır. Mənim bunları işlədim ha sizə. Mən deyirəm, bəlkə İslam bulardır, Cənab-ı da o sözlər işlədir, Cənab-ı da ismi fərq edəməz. Amma məni qoyaq başımıza, elə də bu sözü deyək, gənə deyir həmandır. Onlar ki, buradan danışıblar İslam adına, özlərinin düşüncələrinə deyiblər İslam. Burada da gəliblər, məsələn, qızlar 9 yaşında, mən dünən Türkiyəli bir cavan oğlanın sözlərinə qulaq asırdım Oğuz bəy. Çox cəlib bir söz dedi İslamda. Deyir ki, siz baxın görün ki, məsələn, Peyğəmbər hansı il bu adamla, Ayşə ilə evlənibdir. Bir də baxın görün ki, Ayşənin bacısı ilə, ya məsələn, şeylə təfavüt sinlisi nə qəddir, sinli bilinir. O oğlan deyir ki, ayə Quranı qoyun bura, bu da bacısını qoyun bura, 19 yaşı var Ayşənin evlənəndə. Yəni, məsələn, baxışlar fərqlidir. O da bir İslama baxışdır. İslam beləsi deyəm.
İndi hər halda mütəəssifanə bu üçü gələrlər, kiçik qızları ərə verirlər, ya satalar, alarlar. Bu hər yerdə qeyri-insanidir. İslamda da bu bir biznes olubdur mütəəssifanə. Həm savaş biznesi olubdur, həm savaşdan sonraki biznes olubdur. Həm də adamları oğurlayıb sata bilirmişlər. Mütəəssifانه bu bir iddə insanların ticarət sistemiymiş. Öyle geçen 10 min illik, ne bileyim neçə min illik elə bütün insanları alıp satırmışlar ya da faydalanırmışlar. Ama burada değil bəhsimiz. Bəhsimiz buradadır ki, dedim mesela İran'da indi bu Telegram diye bir şey var. Software var. Yazılım var. O yazılımda application. bir dənə appdir, bəli. Siz o appə əgər girsəz, adınızı uğurlasalar, aparsalar İranda bir qrupa, mən çünki beləsi düşdüm, təəssüfənə mənim telefon nömrəm dostlarım birinin əli ilə İranda yayıldı və bir həftənin içində mən deyərəm bəlkə 1000 dana qrupa üzv oldum. 1000 dana. Lap yaxşı. Yox, bunların da əksəriyyəti qadın alverilidir. Əksin göndərdi sizə, deyir ki, bu əksdə xanım gecəsi 300 min, bununki 200 min, bununki 100 min. Gənə də reklama gedək deyirəm. Bəli. İstəyirəm ki, sizdə indi belə mütəəssifanə bu biznesdir. İslama rəbti yoxdur. Bu insanlar istədikləri cinayəti edirlər, istədikləri fəzahəti edirlər, öz mənfəətləri üçün. Yadınızda olsa cənabınızla mən bir dənə önəmli məsələni danışmışım. Güc. Sizin bir dənə gözəl məqalət var. Gücün dili, dilin gücü. Yəni, güc, o gücü saxlamaq üçün tamam əbzarlardan, imkanlardan fayda götürür. O gücü daha çox gücləndirsin, gücsüzü daha gücsüz etsin. Bu, mütəəssifanə qəbul eləyək, eləməyək, İranda və İslam dünyası və tüm dünyada gedəndir. Necə şimdi bilirsiniz, Sazıman-ı Milal, bunu mən dəfələrcə demişəm, o neydi? Vancouver'li Sazıman-ı Milal'in şeyi, İran üzərə bazirəsi öldü, getdi bir 12-13 il bundan qabaq. Görüşdü onu. Sizinlə görüşmüşdüm onu. Bir yol getdim. Yox, siz məndən, yox, onda siz görüşməmişdiniz onda. O, mən burada Mellesməndə oteldə getdim, görüşdüm. Şeydən, İranın üzərə bazirəsiydi. Vancouver'də yaşırdı. Yəni Kanadalıydı. O birinci ki var idi ha, o. O birinci və o məsələn, o deyirdi ki, dünyada bu günləri modern dünyada 10 milyon pulundan alıb satılan, şinasnaməli satılır, yəni qəbalə yazılır. Qəbalə yazılır, satılır, adam var. Mütəəssifanə hələf edən o biznes var. Yəni, biz indi bilməyək, o biznes gedir. Hər halda, bu məsələ çox ciddi məsələdir. Mütəəssifanə qadınları zülm devam edir. İnsan görməmək devam edir. Haqq qayıl olmamaq devam edir. Fərq edəməz, hangi insan edir-eləsin məhkumdur. Çox sağ olun. Ağa, əgər sizin də marağınızı çəksə... Mən bu barədə bir ekleyim, bir sözlər artırayım. Birinci bu ki, bu din apologistlərinin, apologist sözü mən hətmən ki taparım bir gün Türkçədə deyərəm. O da yəni üzrxahlar apologistləri. Onların şeylərindən biri budur ki, oyunlarından biri budur ki, mesela bir yerdə qırmızı çırağı geçmişlər, polis yaxalamış, deyir ki, məni niyə deyirsən, bax o biri xiyabanda da biri geçir indi qırmızı çıraqdan, o biri məmləkətdə də biri geçdi, bax dünən də biri geçmişdi, 50 min bundan qabaq da geçmişdi, 50 min bundan sonra da geçeceğiz. Yəni böyle sözü şaşırdarlar. Halbuki, mesela budur ki, biz yalnız o adamdan, o qırmızı çıraqdan və o gündən ki, onu geçib, onu danışmaq lazımdır. Biz deyəndə ki, burada bir yoldaşımız yazmış, qadına verilən ərziş İslamda dünyanın heç yerində və dinində yoxdur. Yoxdur və yoxdur yazmış, amma yoxdur yazmış. Çox güzel. O yoldaşımız öyle düşünür. Ancaq məsələ budur ki, bu düşüncəsini sorguya çəkmək lazımdır. Özü birinci bu işi görmək lazımdır. Mən yox.
Benim böyle bir sorumluluğum yok kimsenin düşüncesini sorguya çeken veya başkasının düşüncesini. Ben öz düşüncelerimi sorguya çekerim. Bana göre İslam'dan sonraki, İslam'dan önceki cahiliyet ki deyilir ona. Bize göre, benim düşünceme göre cahiliyet ondan sonra başlıyor. Çünkü milletlerin dilini değiştirmek, milletlerin dinini değiştirmek, milletlerin adlarını değiştirmek ve onları resmen bir cahiliyete sokmak. Elə bir qaranlıq əsrə sokmaq ki, onlar o zaman ki, mən öz millətimizdən baxırım, Azərbaycan qat-qat və qat-qat və qat-qat Məkkədən, Mədinədən öndə idi. Azərbaycandakı şəhərlər, dövlətlər, qurulan dövlətlər, Xəzər İmperatorluğunun dövlətləri və həm indiki Güney Azərbaycan ərazisində və Böyük Qafqaz ərazisində Türk dövlətlərinin o zaman elə İslamdan hemen önce Göktürk devleti, Doğu Göktürk devletinin, Batı Göktürk devletinin, Büyük Kuman İmparatorluğu'nun da olan medeniyet ve Avrupa ile ilişkileri ve kadının yeri, ekonominin yeri, gelişmenin yeri, ileriye, öne yöneli bakışın, elme bakışın ve ileriye bakışın yeri çok önemliydi. Ona göre başarılıydılar. Ona göre ciddi yerleri alardılar. Çünkü onlar da teknoloji olarak onlardan öndeydiler. Hem savaş teknolojisinde hem militer hem ekonomi öndeydiler. Ona göre eleyebilirdiler. Hiç inanmayın ki bir zayıf bir grup büyük bir grubu yenebilir. Yok, olabilmez. Size bir gün gelip deseler ki Afganistan Amerikan'ı yendi, biraz gülün. Çünkü yalnız üstün teknoloji, üstün düşünce yenebilir. Dünyevilik yenebilir. Uhrevilik diye bir şey yoktur. Türk devletleri Orta Asya'da ve Kafkaslar'da dünyevi devletler kurmuşlar İslam'dan önce ve İslam'ın cehaleti gelenden sonra cehaletinin ücubatından arz ederim ki cehalet bundan bu yanadır. Cahiliyet devri ondan sonradır. Azerbaycan'ı öyle yere sokmuşlar ki ve indiki durumda ki orada adamlar gedib birine dəsmal bağlayır bir yere ve düşünür ki mesela bunun uşağı ki xəstədə o düzələcəkdir. Azərbaycanlıları böyle bir səfalətə sokmuşlar. Hələ ki Türk-Moğol orduları bir daha Abbasi hükümetləri olandan sonra bölgeye cehaleti getirenden sonra Türk-Moğol orduları o zamanki Azərbaycanı bir de gelir alır. Yani oraya sahip çıkır. Orada gelir gene de elm gelişir. Gene de matematik gelişir. Gene de geometri gelişir. Gene de astronomi gelişir. Hamısı Azərbaycanda gelişir. Yani başka yerlerde yok. Necə ki, hemen Türk-Moğol orduları Hindistan'ı alanda, orada da gene de Uluğ Bəy kimin adam ki, dünya meşhurudur. Dünyada ulduzun adına can koymuşlar onun hürmetine, onun kurduğu, onun o həll elədiyi matematik meseleler, geometrik meseleler. Uluğ Bəy kimdir? Teymur Xan'ın, yani Emir Teymur'un nevesidir. Şahruk'un oğludur. Yani bizler böyle bir yaklaşımımız olmuş dünyaya. Dünyevi yaklaşımımız olmuş. Ve bu cahiliyet devri başlayandan sonra bu vəziyyət düşmüşük ki, şimdi Azerbaycanlı, Güney Azerbaycanlı kızını 10 yaşında, 15 yaşında, 12 yaşında tez ara vermek ister ki, onun xərcindən kurtulsun. Ve bu fikreliyəsiz ben özümden düzeltirim bunu. Yok, haberimiz var bunlardan. Ki onun xərcindən kurtulsun ki, onu ki Muhammed'in şəriətini əməl eləmiş olsun. Ki, deyir ki, hemen kızı ver geçsin. Bu burada. Bir de apologistler, yani üzrxahlar, bu cahiliyetin üzrxahları İslam əslidən danışırlar o zaman. Bir tane bir əsli bir İslam var bir yerde. O gerçek İslam odur. Bunlar ki hamısı, herkes Daesh bunu dese o yalan İslam'dır. Afganistan dese yanlış İslam'dır. Molla dese Tehran'da yanlış İslam'dır. Irak'taki, meclisteki Ayetullah dese ki 9'a indirin yaşı o yalan, yanlış. Yani bunlar diyorlar, bu apologistler diyorlar ki her türlü İslam yanlıştır. Bir tane asli gerçek bir İslam var. Halbuki bunların hiçbir numuneleri, hiçbir tarih devrinde, yani 1400 yıl bana göre yeterince zamandır diyek de geçen 10 yılda olmuş bu iş. Yani yoktur. Yani eğer İslam'ın indi 50 il yaşı olsaydı derdik hala olacaktı. 1400 yıl geçenden sonra bir tane 10 il yoktu diyek ki orada o filan sosyetede bu əməli olmuş əsli İslam. Yalan bir şeydir. Öyle bir əsli İslam yoktu. Əsli İslam ile Daesh'in uyguladığı direkt Kur'an'ın evamiri ile uğramış ve Taliban'ın uyguladığı direkt İslam'dır. Çok teşekkür ederim.
Oğuz bəy, elə baxın, yenə də şeyə gəlirik. O qalıqlı insanların və toplumların biraz arxaya gedin lütfən. Siz görsənməyəcəksiniz sonra Gəlirəm. yayılan. Hə, arz edeyim ki, bu da tarixə bağlıdır, bu da toplumlara bağlıdır. Məsələn, Maleziyada, Endoneziyada belə deyil. Kasıb yerlərdə təbii ki, insanlar, məsələn, mən də Azərbaycanda şayət ən başda gələn insanlar idim. Hətta o zaman mən Təbrizdə yaşadım, Tehranda hətta da dərs oxudum. Məqalələrim bu haqda çoxlu mənim ruznamə sənəmdə yazılarım var bu haqda. Qızları tez. Nəyə? Kasıblıq var, Oğuz bəy. Dədə ölür, ya nənə ölür, öcək nənə gəlir, baxır görür, uşağa şikəncə verirlər. Uşağı tez ərə verir, ya ac qalır, yetimdir. Mən çoxlu xanım qızlar tanıram. Elə öz yaxınlarımıza, yəni kətlərimizi, mən öz kətlərimizi və məhəlləmiz ki, mən o məhəllədə yaşamışam, oranı deyə bilirəm. Oranı mən uşaqlarını görürdüm. O qədər fəcr və fəlakət çoxdur ki, nənə deyir ki, əri ölübdür, nənə deyir ki, məsələn, fitrə yığardılar, bilirsiniz, zəkat yığardılar, nə yığardılar? Bunları verin bunlara. Yəni, adamlar gəlirlər, alırdılar. Ondan sonra deyir, yox, mən bunu yetirəmirəm, bu geçsin bir yerdə dağa çör, qarnı doysun. O görəndə satır uşağı. Qədim də aparırdı, satır deyə. İndi hər halda bu bəhsdən çıxış ki, təəssüfanə dedim, bu insaniyyətin müşkülüdür. Mənim nəzərimdə. İslam da müxtəlif toplumlarda müxtəlif rəy cihdi. Amma mən yenə də qeysiz deyərəm ki, türklər niyə məsələn İslamı qəbul elədilər? Qəbul eləmək deyə bir şey yoxdur. Əgər bir heyvan özü... Zəbağa çıxıbdır, Oğuz bəy. Bir zəf, düşüncə zəfi çıxıbdır. Təslim olublar. Ya istəyirsiniz bu məsələni danışaq, ya danışmayaq. Heç bir yabani heyvan, yabani, yəni doğada yaşayan heyvan, gəlib böyle başını soxmaz ki, mənim lütfən o boyunduruğu saxmayın boyumu. Öyle özgür kültürüyle, öyle uca ve yüksek medeniyeti olan bir Türk İmparatorluğunun üzvləri gəlib deməzlər ki, hə, lütfən onu mən o boyunduruğu, o zənciri sal mənim boynuma, mən savaş yerinə, gəlişmə yerinə, dünyəvi düşüncələr yerinə gündə bir 50 dəfə də əyilim, bir sənin doğduğun yerə, sənin dilində və sənin kimin əyilim durum. Bu yaraşar mı Türkiyə? Türkiyə də yaraşmaz, amma tarix bundan doludur. Kimsə yaraşmaz, Türkiyə heç yaraşmaz. Biz bu bəlanın gəlmədən öncə Türk tarixinə baxırıq. Həm Orta Asiyada, həm Qafqazlarda. İlla Xəzər İmparatorluğunda, illa Azərbaycanda olan dövlətlərə, elə Sasani zamanında, indiki Xorasanda. Həqiqətən ağır gəriləmə olmuş. İnsaf Əli bəy, geçən 45 ildə gəriləmə olmuş Güney Azərbaycanda yox. Mədəniyyətdə, düşüncədə, dünyəvi rifahda, dünyəvi deyəndə, yəni yeyib içmədə, beyində, o cüzdən ki, Güney Azərbaycan işğal olubdur. Bu 45 ili zərb elə 1400 ilə. Oğuz bəy, 45 il deyil. O cüzdən ki, biz işğal olmuşuq, milli hakimiyyətimizi itirmişik. O gündən biz dalıya gidiyoruz. Durmayıb dalıya. Yaxşı 45 gün. O zaman da itirmişik də. Elə onu istəyirəm ərz edeyim. Amma o nöqtədə ki, biz hakimiyyətimizi millət olaraq itirmişik. O nöqtə bir tarixin gəlişməsidir o nöqtəyə. Yəni biz bir şey olubdu toplumda ki, rahatlıqca farsların üstə çıxmağın və bizə hakim olmaqlarını qəbul eləmişik. Özümüzü də başlamışıq, bu rizayət vermişik. Ələ də rizayət veririk. Baxın, bir Urmu gölü aradan gedir. Biz hələ rizayət vermirik. O kölə beyni rizayət vermir ki, onun konsenti yoxdur ki, siz bir dənə dəlini, bir dənə sağırı təcavüz eləyəndə o konsent vermir ki, ona rizayət demək olmaz. O məğlub olur. Biləxərə təslim olur da, təslimdir. Buna mən təslim deyirəm. İndi buna çoxlu qəddər tapmaq olar. Amma vaqiiyyət nədir? Vaqiiyyət budur ki, bir dənə bir bəla düşübdür. Geçən 100 iləcən biz hakim idik bu məntəqədə. Biz türklər. Geçən 200 ildə, geçən 200 ildə biz yavaş-yavaş Hindistandan başlayaraq işğala gəlmişik da, gəlmişik Rusiyadan, buradan Türkiyəcan və o tərəfdən də Albaniyacan, nə bilim şeyəcan,
tamamen işğal olmuşuq. Bir dənə bir bəla bu indi nə ilə açıqlamaq olar? Məncə bu böyük bir dərin otaq düşüncə otaq istəyir Bunu ki, bunu araşdıran elə burada çox düşüncə otağı elə buradır. Üçüncü Bəli, danışacağıq. tamam. Biz, mən bunun üzərində məqalələr yazmışam, amma bilirəm bir sözcü yoldaşlarım çox işlədiblər onu. Qısa sözdür. O da budur ki, bir millətin özgürlüyü onun qadının özgürlüyü ilə ölçülər. Doğrudur. Tabii değişik düşünürlerler. Bunu değişik demişler. Bir düşünce, bir din, bir ideoloji ki senin kadınını, bacını, ananı, kızının bir türlü hakkını her halükarda tarif edebilirse sizde senden değişik, o seni boğacık öldürecek. Tabii. Seni köreleştirecek. Tabii. Her halde biz indi bu beladan danışanda bize bu yoldaşlar yazıblar ki, bəs niye Azerbaycan meselesini danışmırsınız? Azerbaycan meselesini çok danışanda da deyirlər ki, Azerbaycan meselesine budur. Azerbaycan O da meselesine budur. Elə budur ki, geçen 45 ili ve geçen 1200 ili, çünkü bizimki 1400 ildir, sonra bela gelmiş bize. Bizim milletimiz dünyevi hayattan, dünyanı abad eləməkdən, özünü gəlişdirməkdən, teknoloji olarak, elm olarak, bunlar gəlişməkdən düşmüş başka bir vahi bir yerleri gəlişdirmək istəyir. Ve bu dünyanı bir otağı intizar kimin, bir geçit kimin görür. Ve bu bela getirir. Ona göre biz geride kalırız. Ve başımıza bəmbəkələrdir ki, Rusu da salır, Peyser de salırlar bize, Fransası da salır, İngilizi de. Niye? Çünkü o dünyevi düşünür. Dünyevi düşünen, üxrevi düşünenin, afaki düşünenin Peyserine salar, elinden çöreğini de alar. Buyurun səfərlər hansı tapdık desəniz onu danışarız. Yəni, məncə Azərbaycanın əsli məsələləri ittifaqən bu məsələdir. Yəni, biz xəbərlərin üstündə danışmaq, məvadlı müxəddirin üstündə danışa bilirik. Təbii ki, bunlar da önəmlidir. Amma əsli məsələ budur ki, bizim beynimizə nə bəla gəlib, düşüncəmizə nə bəla gəlibdir, güclənmə qüdrətimizə nə gəlibdir, nə olubdur ki, biz gücü... Məsələn, Oğuz bəy Calibdir, bizlərdə mənim bir ustadım var, Döktür Mehdi Muhsinyanıra bir kitab yazıbdır. Mən mütəəssifən o kitabı tapamıram. Gələk içəridə adam birinə sifariş verir, o kitab alıb. İranın bəzi zərbül məsələləri var. Beyinsel olaraq İran içində zərbül məsələlər var. Bu çəfə, demək, çəfə dəst. Bu hemen bahsedilir. Hemen bahsedilir. Dünyavilik deyir ki, bizə elə eləyiblər ki, inandırıblar bizə ki, fəqr yaxçıdır. Onun üçün də biz getdikcə fəqirləşirik, həm düşüncə olaraq, həm cib olaraq, yaşam olaraq. Biz ittifaqən o kitabda deyir ki, mən indi yadımda deyil, lütfən məni dostlar, əgər kitabı tapsalar, oxusalar, məni düşünməsinlər. Amma o ustad danışıqda bizə dərs verir də deyərdi, Oğuz bəy, bunu deyər. Belə, bu hesab alayım da, yəni təqribi bir sözdür. Atıram. Yaxın, o vaqiyyətə yaxındır. Deyirdi ki, kollə hədislər və zərbül məsələlər, deyilçilər ki vardı İran çərçivəsində toplasaz, bunların 733-ü məsələn deyir ki, işləməyin, kasıb qalın. Bunlardan məsələn 23-ü, 24-ü, 25-i deyir ki, işləyin, çalışın. Deyirdi 700 ilə hara, 20 ilə hara. Əslən bunlar müqayisə deyil. Beynin çoxu işğal olub bununla ki, siz işləməyəsiz, çalışmayəsiz, savaşmayəsiz, güclənməyəsiz, fəqir qalasız, təslim olasız, təslim olasız, düşüncəci əldən verəsiz və o birisi 20-də da sizə deyir ki, işlə, çünki deyir ki, o heç olmasa ən əşağını gətir əlinə. Yəni, çox da belə dilənmə. Dilənmə. Bunlar ittifaqən bəhs olmalıdır, Oğuz bəy. Əsli bəhs budur. Əsli bəhs budur ki, siz zehniləri dəyişdirəcəksiniz. Beyni dəyişdirəcəksiniz. Nədir bizim beynimizi dəyişdirmək? Biz hakimiyyətlərimizi vermişik, dövlətimizi vermişik, imperatorluqlarımızı vermişik. Olan dünya toprağının 4-dən biri bizim əlimizdə idarə edirdik. Hara istəsəydik apımızı çaltırdıq, hara istəsəydik gedirdik, harada istəsəydik evlənirdik, harada istəsəydik ticarət edirdik, harada istəsəydik yaşırdıq. İndi bizi qoyublar, öz vətənimizə qoymurlar bir çoxumuzu. Elə eləyiblər ki, vətənimizdən iş üçün qaçırıq, gedirik məsələn Farsistana. Öncələrdə Oğuz bəy, mənim özümün sinnimdə yadım gəlir, mənim dədələrim işə gedəndə getməzdilər Tehrana, Qaradağdan.
Heç kəs Tehran bilməz nədir. Hamı gedərdi Bakıya, o üzə bu üzə gedərdi İstanbula tərəf, bu tərəflərə gedərdi, Ərzuruma gedərdilər. Heç kəs bilməzdi Tehran var. Ta ki maşın təyyarəli fırlanıb bizim yolları açıncan, heç kəs bilməzdi Tehran var. Ondan sonra bizim adamlar birləşib bir yer var, adı Tehrandır. Yəni biz bir şey beynimizə düşüb, Oğuz bəy. Bu bizim kültürümüz olubdu, bu bizim düşüncəmiz olubdu, bu bizim yaşam tərzimiz olubdu. Fəqirlik, dilənçilik, dilənmək. Biz savaşmırıq bir şey üçün. O şey ki, mən özümü haqq bilirəm, ya yaşam bilirəm, onun üçün savaşmırıq. Onun üçün çalışmırıq. Dilənirik. Adamlar istəyirlər bir iş görsünlər. İranda ya şəhərdə, məsələn, filan kəs mənə pul versinlər, mən filan işi qurum. Olan gedi, işi başla, bir yerdən başla. Amma bu oldu. Yəni, bu mənim nəzərimcə düz buyurursunuz. Əvvəlcə biz xəbərdən çox, Urmu gölündən çox buranı dəyişdirməliyik, sonra Urmu gölü dəyişər. Biz buranı necə ki dəyişdirməmişik. Oğuz bəy, geçirim o birisi tabikə. İndi məvadlı müxəddirdən danışdıq, Suduri şeydən danışdıq, qızlardan danışdıq, arvadlardan danışdıq, xanımlardan danışdıq. İndi edamdan danışaq. Elə onun dalısınca, yəni müsibətin dalısınca müsibət. Bizim zindanilərdən, elə orada, onu Pezeşkiyan ondan sonra, bizim zindanilər 7 ay oldu, təklifsiz. Yəni, bu necə olur ki, yəni, həqiqətən, siz düşünün, yəni, buna demirlər ki, suçun nədir və filan suça sən müttəhəmsən, get vəkil tut gətir, oturaq, çünki sən özündən difa edə bilmirsən, sən qanunları bilmirsən ki. Və qeyri-insani və qeyri-əxlaqidir ki, bir adamı yəni özü vəkil yəni seçə və ya dövlət ona vəkil verə. Çünki qanunları bilmir. 7 aydan çoxdur ki, siz məndən vəziyyəti yaxşı bilirsiniz. Və keçən bir həftədə də, yəni belə həftə danışırıq ona görə. Edamların çoxalması. Bu, yəni İranda bilirsiniz, İran həmişə Çin ilə müsabiqə verər ki, hansı dünyada birinci olacaq edamlarda. Yoldaşlar hamısı araşdırsalar, nə deyirlər, Google eləsələr, search eləsələr, görərlər ki, bu İranla Çin dünyada bəzən birinci, bəzən ikinci dilər edamda. Və bizim görüşümüz bəllidir edam məsələsində. Azərbaycan dövlətinin görüşüdür. Oğuz bəy, burada mən bir... Ancaq həm edamları danışaq, həm də bizim əzizlərimizin həqiqətən yəni bir-iki deyirlər, çoxlu da zindanda aclıq qrevində, aclıq geçirənlər. Bu nə vəziyyətdir yəni? Bu necə bir şeydir ki, İranın burada yox olma yəni təhdidlər olunur o yanda bu yandan. Amerika 12 dənə savaş gəmisini gətirir bölgəyə, İsraillə bunlar orada dalaşırlar, onunla bunlar. Amma İranın gücü 4-5 nəfərə yetişir ki, yəni 4-5 nəfər deyirəm, yəni sayı olarak yox. Çünki məsələn bir şey demiş bir yerdə, bir yerdə bir şey yazmış. Bu nə? Siz bunu necə görürsünüz? Həqiqətən mən anlaya bilmirəm yəni. Bunlar yəni böyle anlayıram ki, İran devletinin en büyük düşmanı Azərbaycanlılardılar, Türklərdiler. Yəni deyir ki, Muşayı o tarafa vuracağım. Əsli Muşayı bizim ailələrə vurur. Əsli Muşayı bizə vurur. Yəni bizə elə hər gün vurur da bunu. Buyurun. Oğuz bəy, siz bir işarə ediniz ki, Çin ilə İran bir növ müsabiqədədirlər. Mən dəqiq baxmamışam görəm ki, faiz hesabı yüzdə neçə nəfər ildə Çin öldürür, neçə nəfər İran öldürür. Sayı deyil. Sayı deyil, məsələn, İran öldürüb 1500 nəfər, Çin öldürüb 2400 nəfər. Əgər o cürüsü baxsaq, Çin çox öldürür. Amma faiz hesabı baxsaq, o 2 milyard cəmiyyət, bu 80 milyon. Yəni, o neçə qat çox öldürsə, taza İranla bir olarlar. Məncə, İran başda gəlir faiz olaraq, faiz baxanda cəmiyyətdə, məsələn... Öyle, düz deyirsiniz. Düz deyirsiniz. Per capita, yəni o adam sayısı düz deyirsiniz. Məsələn, 1 milyonda neçə nəfər İran edam edir? Keçən bir ayda Oğuz bəy, hər milyonda bir nəfər edam edib İran. Düzdür. Orada... Çünki 72 nəfər adam öldürübdür. Keçən ay. Pezeşkiyan çıxandan bu günə qədər. Neçə nəfər? 72 nəfər. Wow. Bir ayda, gündə 3 nəfər adam öldürüblər.
hər suçadır və ya hər Hər təsbit olunmuş, eləməz. olmamış suça. Fərq eləməz. Bunlar insan Sən öldürüklərdir. bir dənə insanı yarada bilmirsən öldürəsən. Evet. Və sənin haqqın Can yoxdur verə öldürəsən. Sən mücazat eləyə bilərsən, əgər onda sənin qanunların düz qanun deyil. Geçən bunu bəhslərdə elədik, narkotik maddə məsələsində. Dünənəcən qeyri-qanuni hər kəslə bir belə tutulsaydı, bir mıskal tutulsaydı edam olurdu. İndi hər kəslə hər kəs şey olsa məriz deyirlər ona, edam eləmirlər. Sənin qanunların dünənəcən öldürənlərə nə cavab verə bilər? Onların ailəsinə nə cavab verə bilər? Sən və sənin qanunların və sənin qanunu qoyanlar. Sən hardan deyəcəksən sabahları bu qanunların hamısı ki, Azərbaycan siyasi məhbuslar, hüquqi məhbuslar, çevrə məhbusları ki, orada vardılar, çevrə müdafiələri, hüquq müdafiələri, insan müdafiələri, haqq müdafiələri, sabahları onları hardan deyəcəksən ki, bunlar niyə canlarını əldən verdilər, niyə zəiflədilər, niyə mərizlədilər, niyə xəstə oldular, niyə mən bunları... Çünki sənin qanunların qanun deyil ki, sənin qanunun insan qanunu deyil. Sabahları deyil. Değişəcəkdir. İnsan qanunu olsun, sabahlar değişəcəkdir. Qanun değişməkdən ötürdü. Sabahlar değişəndə nə olacaq Oğuz bəy? Sən kimə cavab verəcəksən? Nə cür cavab verəcəksən? Amma bu günləri, yəni istəyirəm ki, Çinin də yüzdəsinə baxaq, persentajına baxaq. Görüş onun persenteci nə qəddir? Bunun persenteci. Yüzdə neçə nəfər? Baxsanız, haqlısınız. Onda İran dünyada ən çox edam edən məmləkətdir. Ən çox edam edən məmləkətdir. Çünki cəmiyyəti azdır. Məsələn, fərqin ki, 2100 nəfər bu edam edibdi İran keçən il, məsələn. 2400 nəfər kimi edam edibdi. Amarı vardı. Deyirəm, ərz edirəm, məsələn dedim da, məsələn, fərz edək ki, 2100 nəfər İran edam edibdi, 2400 nəfər Çin edam edibdi. Tamam, baxın görün, hangisi doktor, 2 milyard cəmiyyət var, bunu 80 milyon. Yüzdəsinə baxsaz, persentecinə baxsaz, görəcəksiniz ki, faiz hesabı İran həm başqa gəlir, həm də neçə qat Çindən çox edam edir. Həm də neçə qat. Fəqət bunu fərz edin ki, geçən bir ayda ki, Pezeşkiyan işi üstə gəlibdi, üst-üstə gündə 3 nəfər edam olubdu. Fəqət dünənləri 22 nəfər edam ediblər. Fəqət dünənləri. Bu çox, hələ o edamlar, tamam, edamları görək deyək. Ancaq bu bizim yoldaşların bu böyle bilatəşli və elə orada bunu danışmalıyız bana göre. Çünkü bunlar, yani, bu nedir? İndi dünyada bilirsiniz, haberler olimpik haberleridir. Haberler İsrail'i İran vuracak, vurmayacak. İsrail necə cevap verecek. Bu haber bombardımanının kölgəsi altında olan bize olur her zaman için. Yani, o Peşəvəri zaman için, Peşəvəri 1946'da bunlar UN'i düzeldirdiler. Bunlar başqa məmləkətlər düzəlirdi. Çox şeylər 1945-46'larda olurdu. Və biz dünyanın xəbəri olmadıq. Heç şəkəsində bizi də əzdilər də getdilər də. Məhməd Şah gəldi, dağıtdı hər şey. Yəni, deyirəm, yəni, biz o xəbər, nə deyirlər, onu xəbər kölgəsi deyirlər də, onun altında qalırıq. Böyle olur. Ona görə bizim zindanları danışmalıyıq. Güney Azərbaycanı danışmalıyıq biz. Biz brainwash deyirik, Oğuz bəy, brainwash budur. Sizə o qədər xəbər verirlər ki, siz o xəbərlərin içindəki əllaf qalırsınız. Udundurursunuz ki, özünüz nə durumdasınız? Əslən, öz durumuza, öz siyasilərinizə, öz toplumuza, öz ekonomizə, o qədər Bəluçistandan sənə deyə bilərlər ki, o qədər Türkmən səhradan sənə deyə bilərlər ki, o qədər Kürdlərdən sənə deyə bilərlər ki, sən əslən yadından çıxardarsan ki, mən Azərbaycanda yaşıram, mənim axın durumum bu olmamalıdır ki. Həmişə özümüzü, Oğuz bəy, bayaqçı bəhsin davamı, həmişə özümüzü özümüzdən aşağı ilə deyiblər müqayisə edin. Niyə biz yerə özümüzdən aşağı ilə özümüzü müqayisə edək? Niyə yerə özümüzdən yuxarı ilə müqayisə eləməyək? Niyə deməyək ki, adam 1 milyard dolar ya 5 milyard dolar niyə oğurur, o mühasibə olmur? Amma mən burada acından oluram, mənə deyirlər sən aşağıya baxsın. Elə adam var ki, ayağı yoxdur, yol yeriyəmir, acından ölür. Acından ölüb də heç səs salmır məsələ. Ya məsələn deyirlər ki, o edam olur, sən edam olmursan. O deyil ki. Mən buna baxıram ki, niyə gərək bu vəziyyətdə yaşayam? Niyə gərək mənim indi 100 dana zindani siyasim, hüquqi bəşər çalışqanım, Urmu gölünün tərəfdarı nədən bu günləri gərək zindanlarda aclıq aparılır? Və nədən biz bunu düşünmürük, Oğuz bəy? Nədən biz həniyyəni danışırıq, onu danışmırıq? Həniyyədən mənə nə? İranın savaşından mənə nə? Niyə mən bunu danışmırıq? Niyə biz Urmu gölünü danışmırıq? Niyə biz iqtisadımızın dalısını danışmırıq? Niyə öz məsələlərimizi danışmırıq?
250 min nəfər öz adamlarımız ildə məmləkətimizdən köçür, gedir, beyni, pulu, gənciliyi, sərvəti, hər şeyi gedir. Türksüzləşirlər, Azərbaycansızlaşırlar, ailələri birinci nəsildə, ikinci nəsildə, üçüncü nəsildə qutuluş etdi. Çünki onlar gündəm yaradacaqlar, onlar xəbər yaradacaqlar, onlar mənim beynimi işğal eləyəcəklər, mənim beynimdə yer qalmayacaq ki, özümə fikirləşəm. Xəbər kölgəsi budur. İndi başlayıblar Əfğanlar, bir dənə xəbər qoyur, video qoyurlar, bir dənə qızdı, bəlli deyil, şimdi əlinə qəmə götürüb o birislərin üstünə yücürür. İndi bu cür xəbərlər yayırlar, insanlar gedir 2 milyonuna baxıb Oğuz bəy, 2 milyon. Güney Azərbaycanlı aktivist deyim, ne deyim, Güney Azərbaycanlı ki, hər zaman sosial mediada da əlləri qoyurlar. O düşüb ki, sizin dediğiniz kimi, yani minlər, yüz minlər, milyonlar ki, o bir Əfqanlı oğlanı galiba boynunu sındırmışlar, neymişler, dizini koymuş polis onun boğazına. Bu kadar çirkin işler ya, bu Fars kızlarını, Türk kızlarını, herhalde bir yüzüne İranlılar. Bunlar çok acı meselelerdir. Ancak Güney Azərbaycanlını İran içinde hüquqi şəhribəndi savaşlarını çəkmək istəyirlər ve sizin dediğiniz kimin bu xəbər kölgəsinin, bu Cəncal kölgəsinin altında Güney Azərbaycan məsələsi, Güney Azərbaycanın özü və öz egemenliyi, öz devlətçiliyi danışılmasın. Öz milli haqları danışılmasın. Sizin də xəbəriniz oldu da, bu Pizişkiyan, yani bizim o, mən demiştim, ləzzətini mən öncədən demiştim ki, bunun bir ləzzəti yoxdur, mən demiştim, mesela Əli filan yere vursun, yalancıqdır, filan yere geçsin, orada çala var, ayağın düşəcək oraya. Bunu demənin bəziləri ləzzət alardı. Mən sana demiştim, belə eləməcəm, belə olar. Biz bu ləzzəti geçelim. Ama gerçek budur ki, biz bunu siz özünüz şahitsiniz. Bizim, yani çünkü sizinle her hafta danıştık. Meğer biz defalarca demedik ki, bizim yoldaşları, onlar közlerini Azərbaycanlı aktivist bilirler, Güney Azərbaycanlı bir türlü faal bilirler. Her halükarda faal bilirler Güney Azərbaycanlı. Onlara demedik mi ki, şeypurlara, zırnalara çalmayın, davet eləməyin seçime, tehrim eləyin. Bunun aldanmayın Türkçe danışmağına, ben Türkçem, ben muhabbatlıyım falan. Bu heç iş görə bilməz ki, heç. Bu ilzami ve ne deyirlər, ilzami an düşmüş rəhbəri Ali Qədrin mənviyyatına, düşüncelerine. Bir taraftan da sonradan biz, yani bir tane Nostradamus kimin dedik ki sonradan ne diyecekti? Bu Ağay Puzi'de ki adını değiştirmiş eləmiş Pizişkiyan. Ondan da xəbəriniz oldu da adını değiştirmiş. Ağay Puzi'de aslında biz dedik ki Puzi'de gəlib deyəcək ki, məni qoy, aynı cümləsidir. Mən hər çi becəm və yeki vermixore, ne miguzarən mən kalkırım. Biz bunu demiştik ki, bunları deyəcək də. Çünki siz ki bel bağlayırsınız buna, siz ki aldanırsınız. Bəsən qardaş var, niyə inanmırsan? Bəsən yoldaş var, niyə inanmırsan? Axı biz deyirik də, bizim bir mənfəətimiz var. Yox, biz deyirik ki, düşmana inanma, ay başma dolanın, ay qadan alın. Bu İran ilə gətirir bir kuklanı, bir ərus, nə deyirlər, qolçalı, nə deyirsiniz siz? Bir ərusə ki, özdə 70 yaşında, 100 yaşında bir əcuzəni, aynı kələməni işlətdik. Əcuzəni gətirir, mal alayır, müşatə ilə gətirir, gətirdim sizə, Pizişkiyan. Tuzidanı dələdik Pizişkiyan, buyurun. Türkçe danışır, özdə sadə danışır, böyle latlar kimi yeriyir. Buna ray verin, deli açılmış. Nedir adı? Rozana deyirlər. Ne deyirlər? Bir zəngah oldu bu fas söylemler. Ay gəlin bu işi düzəldəcək. O da gəlir deyir ki, hicabı düzəldərəm. Ay niyə belə sən millətlərə edirsiniz, təhqir edirsiniz? Bəluçistandan rəy gətirir, Azərbaycandan rəy. O gətirdiklərini ərz edirəm də, əlbəttə rəy gətirməyənlər çox oldular. Amma biz bunu deməmiş miydik? Yəni indi neyniyək indi? Yəni Niye biz hey çaladan çalıya. Bir defa da quyuya düşmürük ki, bitaq yedək bir defa. Və bu rəzalətdən qurtulaq. Arz edeyim ki, mən xahiş edirəm. Mən Pezişkiyana görə 3 dənə başlıq yazmışdım ki, onları danışaq. Mutabıq edam məsələsində zindanlərimizi qurtardıqca ora yoxsa devam edir. Ondan ilgili deyə yox. Bu adam
Yəni bu adam məgər üzr istəyirəm farsça işlədirəm bəzi izafələri üçün, onların istəyirəm eynim ədalət ictimai şüarı ilə gəlməmişmi? Doğru. Hər halda mütəəssifانə İranda Oğuz bəy çox edamı çoxaldıblar. Millətlərdən fars olmayan millətlərdən tutulmağı çoxaldıblar. Evet. Həbsləri çoxaldıblar, ağır hökmü verirlər. Yəni Pezeşkiyan tutulandan bu üzrə. Bunu bir analiz eləməyimiz lazımdır. Nədən Pezeşkiyandan qabaq bu qədər deyildi? İndi hələ Pezeşkiyan qüdrəti ələ getirməyib. Vaqiət bu ki, Pezeşkiyan dövlət deyil. Hələ dövlətin qurmayıbdır. Hələ feylən bəzi kabinələrin düzəltməyibdir. Yəni dövlət, hələ feylən dövlət... özümə vəzir seçəm. Onu danışacaq, onları danışacaq. Bilirdi də, hər şeyi bilirdi. Bilmirdi, dövlətin içindədir. İndi 45 ildir dövlətin içindədir bu adam öldürən, bu şarlatan. İndi bax, onu danışacaq. Onu danışaq. Onun heç şeyi yoxdur. Məncə də adının Puzidə olub olmamağı, Pezeşkiyan olub olmamağı təsiri yoxdur. Amma mühüm budur ki, mən təhlil eləyək ki, nədən Pezeşkiyanın dövrəsində hələ dövləti ələ getirməyib? Yəni Pezeşkiyan hələ feylən rəis cümhur deyil rəsmən. Rəsmən oldu geçən həftə Xameneyi o imzaladı. Oradan rəsmən oldu. Məclisə də getdi. Amma yox, bu gərək kabinəsi düzələ, dövləti ala əlinə, deyək ki, mən dəstur verirəm, mənim dəsturum işləyəcəkdir. Bu mərhələyə gərək gələ. Bu mərhələ, nədən indi mənim sualım budur? Bunu təhlil edəmədik, Oğuz bəy. Nədən o rəisinin öləndən bu günə qədər keçən bir ayda birdən-birə İranın tarixində görünməmiş qədər görünüb əlbəttə 70-lisə də o ayrı. Amma birdən bir belə edam edirlər. Nədən bir ayın içində 72 nəfər edam ediblər? Nədən dünənləri 22 nəfər edam ediblər? Nədən Azərbaycanlıları keçən 2 həftədə bunu gətirib o durumda qoyurlar ki, hashtag eləyə bilmir. Bax, indi bunlara nə cavab verəcək? Geçən 2 həftədə Bəluçlardan ən azından 200 nəfər öldürüblər. 200 nəfər. Mən gündə baxıram, gündə Bəluçistana bir dənə web şeyi vardı, şəbəkəsi var. O şəbəkədə baxıram, kontrola keçmişəm, görürüm ki, var ya yox. Bəzən Oğuz bəy, biz kiçik şeyləri diqqət eləmədiyimiz üçün görmürəm. Məsələn, mən Kanadada bu latari var ha. Buna heç kəs diqqət eləməz. Mən indi dostlara mən deyirəm ki, Covid'dən bu üzə, o zaman ki, bu mərəzçilik gəldi, o gündən bu üzə Kanada dövləti qoymur heç kəs bunu çıxarsın. İndi məsələn, geçən 2 ay yarındır qoymur, 70 min qoymur heç kəs bərəndə olsun Covid şeydə bu da, lataridə. Niyə? İndi geçən deyirlər ki, dövlətin əlində də olmur falan. Ağa, geçən bunları istəyən diqqət eləmək lazımdır. Mən diqqət eləmişəm, dostlara da tapşırmışam. Kanadalılar əvvəl mən dedim şey elədilər, şok oldular. Belə bir şey olmaz, yox. İndi dünən danışırdım, deyir ki, filan kəs olan mən bir ay yarım gözləyirəm, bu 70 milyon çıxsın, birinə qoymurlar çıxsın. Da mən almayacağım. Tamam, bu da yəni. Bilirsiniz, biz bəzən kiçik şeylərə, Oğuz bəy, adət edirik. Adət elədik üçün əslən gözümüz görmürdü onu və görəndə də əhəmiyyət vermirik. Çünki normallaşdırıblar bizə. Bizə edam, o qədər edam ediblər ki, bizə normal olubdur. O qədər çatıb saxlayıblar ki, kasıb yaşamaqlıq bizə normal olubdur. O qədər uşaqları bizi kasıb saxlayıblar ki, uşaqları tez ərə verəndə nayrahanda olmuruq. Özümüz də deyirik, Peyğəmbərin mən sünnəti Rəsulullah nə mənə bundan özümüzü toğuluruq. Yox, biz normallaşdırıblar bizə. Cok edirik, Oğuz bəy, ən mühümü budur. Buna görə ki, etiraz eləməyək, cok edirik, gülürük. Baxın, beyni elə yaradıblar ki, mənici baxın, bizi elə mənici eləyiblər ki, əvvəlcin ki, duraq, baxın, Bangladeşi sonra danışacaq. Bangladeşlər çıxdılar xiyabana, dövləti yıxdılar. 90 nəfər, neçə nəfər də adam öldü. 90 dənə danışçı öldü. 200 dənə danışçı, 300 dənə danışçı öldü. Amma çıxdılar, 3 günün içində dövləti yıxdılar. Getdilər xalqda. Biz burada sizinlə mənim aramda Güney Azərbaycandan baxış proqramında belə üstündən geçməyəcəyik ki, onlar üniversite öğrenciləri çıxdılar şeyə. Yox, onu danışacağıq. Onu yazmışam burada, danışacağıq. Məsələ budur ki, öyle de değil. CIA istədiyi zaman onu danışacağıq. Qoy o qalsın, onu danışacağıq. Olsun. CIA gəlsin Güney Azərbaycanda istəsə 2 ayın içində Güney Azərbaycan müstəqil olar. Onun pulunu da verər, özdə bilər necə təbliğ eləsin. Öyle də görünər ki, onlar azadi xalqdılar.
Yəni, böyle geçmək olmaz O, rahatçı. Bangladeş'te onu danışaq. Onu danışaq. İndi mühüm budur ki, dediniz ona göre değil. ya, onu deyə gələcək. O əslən başlıqdır yazmışam ki, necə Tez Bangladeş dəyişdi. Yani indi bir saat yarımı geçti. Yoxdur. Hə, o cür olubdu. Bəli, Tamam, şəhidəm. tamam. Tamam, onda ağa, mənim nəzərimcə İranın dərin dövləti Pezeşkiyanı bəhs eləyək olmasa, Pezeşkiyanın 3 dənə mən başlıq yazmışdım. Elə gedək Pezeşkiyanı bəhs eləyək, lütfən. Məncə, bunlar hamısına bağlıdır. Yəni, Pezeşkiyanın bu vəziyyətinə bağlıdır. Məncə, Pezeşkiyan bir də sözlər danışmışdı. Cənabınız da işarə edədiniz. Yox, bu sözlərin qabağın almalıdır o dərin dövlət. Fars dövləti var ha, keçən 100 ildə idarə edir. O daldadakı dövlət gərək bunların qabağını alır. İnsanlara deyək ki, bu başarılı deyil. Baxın, mən niyə bunu deyirəm? Buna görə ki, indi bir dana türk, İranın keçən 100 ilində özün türk bilən, nəinki İran dövləti türk bilən, yox, özün türk bilən bir adam gəlmiş üstə. Gərək bunu Farsda deyilər nakaramət. Gərək elə eləyələr ki, deyirlər, bax, türklər gəldi. Becəriksiz. Yaşa, bunu becəriksiz göstərmək məsələsidir. O qədər problem yaratırlar ki, bu əvvəldən o dövlət pənsər olar, düşər qala orada hələ bunu təmir eləməyə məşğul olar. Baxın, məncə dövlətin maşını pənsər elədilər. Nə yaratdılar? Türkləri çox tuturlar, aksiya, aclıq aksiyaları gedir, təvəccüh olunmur. Zindanlarda heç kəsi mühakimə eləmirlər. Hamınkini saxlayıb, hökm versələr, millət bilər nə olacaqdır. Amma onu orada saxlayıblar ki, fəqət orada Pezeşkiyana bir baskı olsun. O tərəfdən Bəluçları öldürürlər, Ərəbləri öldürürlər, Sünniləri tuturlar, iftizah bir vəziyyət salıblar. Yəni, hey düyündür ki, vururlar ki, Pezeşkiyan aça bilməyəcəkdir. İndidən vururlar ki, Pezeşkiyan... Onu o məhslərdən siz başlayırsınız, o mənzərdən ki, Pezeşkiyanın yaxşı niyyəti var və istəyir düzəlsin işləri. Yox. O mənzərdən başlamıram. Bu mənzərdən başlayıram ki... Yox, bu mənzərdən başlayıram ki, yox. Bu mənzərdən başlayıram ki, bir dana Türkə millətdən ümid bağlayıbdır ki, bu fərqlidir. O Türk deyil, məsələ budur ki, ona Türk demə hörmətsizlikdir sizə və mənə. Bir dəqiqə. Çünki bu adam özün Türk tərif edibdir. Deyib, mən Türkəm. Yalan deyir, şarlatan. İşimiz yox. Amma o dövlət ki, arxadadır, dərin dövlət, o dövlət dərsayə, o istir deyə ki, bu Türk başarıcısızdır. Siz Türklərə ümid bağlayamazsınız. Çünki İranda ümid Türklərə, bizə də Oğuz bəy. Tamam Ərəblər, Bəluçlar, Türkçəmənlər, Qəşqaylar hamısı Azərbaycana baxır. Hətta Farslar belə Azərbaycana baxırlar. Bu İran təcziyə olar, Farsların bir çoxunun əslən vecinə deyil. Çünki o deyir, mən azadlıq istəyirəm, demokrasi istəyirəm, yaşam istəyirəm. Hamı yaşam. İndi burada Azərbaycana umut bağlayıblar. Azərbaycana umut bağlamağı gərək aradan apararlar. Bunun üçün Pezeşkiyan məncə 2-3 dənə yaxşı iş görübdür. Burada. Bu iki gəldi, daha dərin dövlət var. Baxın, mən dövlət seçmirəm. Dövləti ayrı adamlar seçir. Yəni, gətirdi birlikdə, hamısı Fars oldu ittifaqa. 2-3 dənə içində qərar idi Türk olar, onlar da o Fars dərin dövləti, bunlar da götürü seçildi. İkinci bu şey dərin dövləti göstərdi, Oğuz bəy. Göstərdi ki, bu dərin dövlətdə kimlər var? Siz bu 250 nəfər qoyublar, ha? Orada seçirlər. Bunlara baxsaz, görəcəksiniz ki, indi onların içindən, diqqət buyurun, dövlətin öz içindən, yəni o dövlətin içində olanlara baxın, Ələmi, filan, Bəhmana baxın, yendiriblər 100 dənə familiyə. 100 dənə famil bu ailəni qoruyan. Ələmi qabaqlarda 1364-də zətdə, 174-də deyirdi ki, İranı 300 ailə idarə edir. İndi yeniblər 100 ailəyə. Və bu gün bir dənə bir şey yazmışdılar, yenə də baxdım, o da calibidir. Deyir ki, gündə 1 milyon yarım ta 2 milyon nəft sadir olur boşluğa. 26 milyon dolar İran dövləti o Ağazadə dedikləri adama pul verir. Və bəlli deyək ki, bu nəft satılır, gəlmir. Belə bir vəziyyət. İndi istəyirəm nə deyəm? Pezeşkiyan bir gəldi dedi ki, bu ümidlər ki, bağlayıblar Türklərə, bunu Pezeşkiyanla istəyirlər sındırırlar. Pezeşkiyanla sındırırlar. Türklər zəifdilər, başarısızdılar, filandır. Bir də Pezeşkiyan mafiyaları göstərdi. Məncə burası da önəmlidir. Dövləti göstərdi, mafiyaları göstərdi.
o deyib, bir də çox, indi elə siz də dediniz. Baxın, dedi ki, özü dünənki iştirakçının çox videoçu yayılıbdı, orada deyir ki, məni qoymurlar işləyəm. Sən məni qəbul eləmirlər ki, işləyəm. Mənə sən içəri nə qoymurlar? Baxın, bu sözü... Bunlar bizə xəbər deyil, biz bunları bilirdik. Biz biliyoruz ama bunu umum millet bilmiş. Şimdi bunu reis cumhur değil. Oğuz Bey. Bunu yetirmeye çalıştık. Milletimize yetirmeye çalıştık. Dünəcan insanlar bunu cənabınızla mənim dilimlə ya bizə ta insanların dilindən eşidirlər. Deyirlər baba, bunlar eşikdə durublar bir şey deyirlər. Amma indi rəis cumhur da deyir ki, ağa məni qəbul eləmirlər, qoymurlar girəm içəriyə. O deyir ki, məni qoymurlarsan dövləti seçən. Baxın, bundan aydın məncə tarixdə, mən bunu Oğuz Bey deyirəm. Tarixdə Pezeşkiyanın təhcə xidməti bu ola. Təhcə xidməti bu ola ki, ağa, dövlət məndə ilə dövləti ayrılar seçirlər, məni də oynatmırlar. Məncə böyük xidməti budur. Necə ki, mən Xatəminin ən böyük xidmətim bunu bilirəm ki, dedi ki, mən şeyəm, burada tədarükatçıyam. Mən bunu xidmət edirəm. Yəni, sistemi göstərir. Oğuz bəy, biz bunu sistemə baxırıq. Arxadakı sistem Pezeşkiyan olsun, Xatəmi olsun, o olsun, bu olsun, bunlara cavab vermir. Hətta indi o qırmızı səqqallı tülkü var idi molla. O da dünəndən İsraqacından bir videosu çıxıb, o da deyir ki, mənim dövlətim deyir, pisdim ya, mən bəs işlərimi, həman vəzirləri iş üstə gətirirsən, həman şeyləri iş üstə gətirirsiniz, falan bəhman. Diqqət buyurursunuz. İstəyirəm deyəm ki, məncə Pezeşkiyan bir dana savaşı görsədir. Bir dana savaş indi görsədir. Türklərdən, diqqət buyurun, Türklərdən 2 nəfər qəraldır ki, bunun timində olsun. Qəral imiş. 2 nəfər olsun. İndi onları silmək üçün farslar başlayıblar və bizim də ahmaq insanlarımız başlayıblar. O 2 nəfərlə, əvvəlcə ki, qalan adamlar ki, buradan vardı, nə bilim, baş oturublar Zərifdən tutdu, o nədir, hər kəs üstə görür. Onlarla əvvəlcə savaş alır. Düşüblər 2 dana Azərbaycanlı, o şeyin içində var da, o kollən, o əjdahaların içində 2 dana ilan var. O 2 ilanı vururlar hamı. Həm farslar, ağa, filan kəs, mən bilirsiniz, onun əleyhinə danışmışam. Günaz TV'də burada danışmaq üzr istəyirəm. O Təbrizin şurasının rəisi idi. Nədir adı? Dəbiri. Bimaristan var, filanı var. Bir də bir ayrısı var. Nədir onun adı? Urmiyəlidir, haralıdır, xoyludur, haralıdır o şey. Bu 2 dananı bir qoyublar, ağa mafiyaya filan, bunlar ixtilas eləyiblər filan bəhman. O halda ki, heç kəs demiş, olan istilasçılar sizlərsiniz, 250 nəfər orada istilasçı oturubdur, İranın kolli sirvətin bunların uşaqları yiyir, özləri yiyir, ailələri yiyir, heç kəs onları danışmır. Oğuz bəy, nədən 3 nəfəri vurur hamı? Nədən hamı 3 nəfəri vurur? Mən bunu soruşuram. 2'den bir Pezeşkiyanı vururlar hamı, bir o dəbirini vururlar, bir də o şeyi vururlar. İndi baxsam adların 13-cüsündə adı yadıma düşər deyərəm, amma çox, yəni hər yerdə adı var. Nədən bunları vururlar? Nədən siz fikirsiz ki, Pezeşkiyan dövləti almamış əlinə türkləri təsviyə edirlər? Siz bunu nə görürsünüz? Buyurun. Düzdür, məndən sual edirsiniz, mən ona indi cavab verim. Yoldaşımız bir soru yazmış burada və qaliba ona cavab verilməmiş və onu bir daha yazmış. Yoldaşımız da deyir ki, cavab verin. Sualı mən oxuyum. Pezeşkiyan türkçü və türklərə faydalı biri olsaydı, Cumhurbaşkanı olur muydu? Əhmədinəcad dışında diğer Cumhurbaşkanlarının aqibətinə baxarsaq, Pezeşkiyanın nasıl bir gələcək bəkləyir? Bunun cevabı, birinci sualın cevabı ki öz içindedir. Yok. İran'da 2 çeşit Türk vardır. Aziz yoldaş. Bunu bana göre birinci olarak biz ortaya koymuşuz bu sohbeti. Herkes bizden önce başka yerden eşitmiş. Onu bize söylesin. Biz de bu sözü geri alarıq. İran'da 2 çeşit geçen 100 ildə ve 150 ildə Türk əmələ gəlmiş. Xarici güclərin etkisinin altında. Biri İrançı Türklərdirlər, biri Azərbaycançı Türklərdirlər. İranı genelde indiki bu İran işgal sisteminin ki, Qaluçistanı, Kürdistanı, Ərəbistanı, Ələhvazı yəni, Xorasanı və Farsistanı və Azərbaycanı, Güney Azərbaycanı idarə edir və işgal edibdir. Bu sistemi genelde İrançı Türklər idarə edir. Bu bizim görüşümüzdür.
Çoxları deyə bilərlər ki, Farslar idarə edir, Fars dövləti. Biz onun adını İran-Fars işğal sistemi deyirik. Amma İran-Fars işğal sistemini genəldə İrançı türklər idarə edir. Və içlərində çox da Fars var. Ona görə genəldə deyirik. Yəni, ən azından yarısından çoxu, mütləq yarısından çoxu İrançı türklərdirlər. Həm yuxarı qədəmədə, həm orta qədəmədə, həm lap belə xiyabanda kötək vuran və zindanda işgəncə eləyən qədəmədə. Oğuz bəy, təhlükəsiz bu haqda olubdur. %6-dan aşağıdır Azərbaycanlılar və Türklərin iştirakı İran dövlətində. Keçən 44 ildə. Bu həm vəzir-güzəra şeyində belədir. Həm başda liderlik, o ailələr ki, idarə edir bu İranı. Orada ən çox biz İrançı türkləri görürük. Onlara İrançı türk deyirik ki, o İrançı deməyi elə onu necə türk olduğunu da bəlli edir. Biz onlara, biz düşüncəmizə görə, fəlsəfəmizə görə onlar türk deyirlər. Ancaq onlara İrançı türklər deyilir, çünki türkçə danışırlar və çoxu faslaşmışlar geçən 100 ildə, 150 ildə və onlar o türklər ki, biraz yollarından, o İrançılıqdan sapmışlar, onlar değiştirmişlər. Və yavaş-yavaş illa geçən 45 ildə, yəni bu məsələ fikirləməyəsiniz 45 ildən başlayıbdır. Mənim həmən 42 il bəlkə öncə dediyim söz var ki, biz nə cumhuriyyətə, nə İslamiyyətə müxalifik. Biz İraniyyətə müxalifik. Mən bunu inqilabdan 3 il sonra dediyim sözdür. Yəni olur 42 il öncə. Ona görə ən çox uşaq zamanında bu olmuş. Yavaş-yavaş bu timi daha çox Farsları Yezdidən, İsfahandan, yəni Fars kökənliləri illa da orta qədəmiyə soxmuşlar. Millət vəkilləri, vəzirlər filan. Bunu görürük. Hətta mollaların içinə baxsaq, ayətullahların, mollaların içinə baxsaq, bu sözdə devrimin, inqilabın ilk 5 ilində, 10 ilində baxsanız, daha çox ağır Türkçə, Azərbaycandan və Türk kökənli elə İrançı türklər var. O sonraki 10 ildə, 20 ildə daha az hətta İrançı türklər var. Yəni o İrançı türklər də belə öz yerlərini yavaş-yavaş Fars kökənliləri veriblər. Amma hali-hazırda da yenə də mütləq %50-dən çox İrançı türklər bu Fars sistemini idarə edir. Ona görə biz belə baxırıq bunu. Və Pezeshkian da o İrançı türklərdəndir ki, biz onu türk hesablamırıq. Bunun ayətullahları da belədir. Ayətullah Saniyini hər kəs tanıyır, Ayətullah Ərdəbilini hər kəs tanıyır. Bunlar İran dövlətinin laf o böyüklərindəndirlər. Və çoxları ki, Xamneyinin özünü də türk olaraq tanıyır. Xamneyini biraz da qısnasan, elə özü də deyər, mən türkəm. Yəni, Xamney deyər bunu dəfələrcə türk dilini evdə danışmağını və kitab yazmanı filan varsa danışır. Ona görədir ki, və çox yerdə Mərsiyədən, şehirdən filandan türkçə deyib. Yəni, özünü öyle tanımlayır. Ancaq sual ki, türkçə olsaydı, türklərə faydası olsaydı, təbii ki, yox. Pezeshkian türkçə olsaydı, türklərə faydalı olsaydı zindanda olardı da. İndi 7 aydır bizim əzizlərimiz və geçən 40 ildə çoxlarından bizi öldürmüşlər. Təsadüflərlə, araba təsadüfləri ilə, edamlarla, zindanlarla öldürmüşlər, yox etmişlər. Pezeshkian da onlardan biri olurlar. Pezeshkian o biri tərəfdədir. Bu məqaləni niyə dedim ki, o iki çeşiddir. Pezeshkian o çeşiddəndir. Bu çeşiddən olsaydı zindandaydı, ya xəfələnmişdi, boğulmuşdu, bir yerdə qalmışdı, ya qoyub qaçmışdı bir yerə. Pezeshkiandır, nə bilim, Ələmidir. Bunlar hamısını tanıyır da yoldaşlar. Qazipurdur, odur. Bunlar tanınmışlardır. Amma bunlardan minlər var. Azərbaycanı da bunlar idarə edirlər. Güney Azərbaycanı bunlar idarə edir. İrançı türklər. Ağaları, bəyləri kimdir? Böyük İrançı türklər və ərz elədim daha çox Farslar ki, yavaş-yavaş becərilirlər. Çünki 100 il bundan öncə, İnsaf Əli bəy, Fars kökənli yox idi İran aidiyasında Aryanizm. Və Əfşar ailəsindən, Təlizadəgildən, Əranigildən, yəni həqiqətən Fars kökənli birisi yox idi.
Yani orduya bakırdın. Siyasette yok idi. Bəli, Siyasette siyasette orduda da yok idi, hukukda. bizdə də yok idi. Ona göre bunlar becerdilər. İkinci, üçüncü, dördüncü nəsl indi. İçində Yezd kökənli, İsfahan, Şiraz, bunlardan da olmuş. Ancaq və bu tərəfin rəngi azalmış, amma çox yox. Genə də çoxunluq bu tərəfdədir. Ondan sonraki soru da budur ki, Necət Əhmədinəcad yox. Əhmədinəcad da elə bu rejimin və bu sistem ki, arz edir, bu qurğunun şeyidir, kötəyi altındadır, baskısı altındadır. Bu sözdə İran prezidentlərinin içindən can qurtaran Ağay Xamneyi özüdür ki, o da keçmiş üstə, o mərdivanı qoymuş, çıxmış üstə, mərdivanı çəkmiş, kimsə ora gedə bilməz. Ondan qalan bütün bu sözdə Cumhurbaşkanı olanlar hamısının aqibəti bəllidir. Birisi başına çarqat çəkmiş, qaçmış eşiyə, birisi öldürülmüş, öbürüsü patlatılmış, öbürüsü televizyona çıxa bilmir. Geçən məsələ, yəni İranın resmi televizyonunda qazet, geçən 10 ildə siz neçə dəfə Ay Xatəminin danışığını, halbuki molladır da. Yəni o da onun da görüşü var da, İslamda, onda bunda. Yox, eşitməzsiniz. Bəzən o yanda bu yanda məsələn bir şey eşitərsiniz və ya Rohaninin ya onun bunun. Hamısının. Herhalde böyle bir vəziyyətdir. Səy elədik ki, buna cavab vermiş olaq. Çox təşəkkür. Buyurun, İnsaf Əli bəy. Yox, mən bir sual elədim. Əgər istərsiniz ona görə danışasınız. Mənə hatırlatın sualınızı. Soruşdum ki, Pezeşkiyanı nədən istəyirlər? Bu belə qabağında düyün salırlar, istəyirlər ki, dövlət qurmamış. Bu məntiq ki, əgər birisini çox vursalar, əgər birisinə çox həmlə etsələr, o daha haqdır və ya daha məzlumdur, bu yanlışdır. Biz bunu öncədən kənara qoyacağıq. Məntiqdə, SM'də biz birisini mesela dövsələr, sövsələr, ay filan şəsə və ya 2-3 dənə vəzirət istəyir, onlara daha çox həmlə olunur İranda. O, onların haqq olduğuna, doğru olduğuna və ya yaxşı olduğuna dəlalət etməz. Onu qoyacaq kənara. Ancaq yenə də soruşacaq ki, niyə Pezeşkiyana daha çox həmlə olur? Onda, yəni o zəhridən ki, beynimizə girmiş, əgər birisinə çox həmlə eləyəndə və məzlum vaqe olur və məzlum da normalda yaxşıdır və haqdır, onu qoyur kənara. Qoymayacaq beynimizi məsmum eləsin böyle şeyler. Məzlum ola bilir ki, çox da haqsız ola. O adama ki həmlə olunur, ola bilir, çox da haqsız ola. Bəs bunu qoyuruq kənara. Gene de sual yerində qalır amma. Bizə görə sizin də vurguladığınız budur ki, mən də biz də danışmışıq bunu. İran devletçiliği geçen yani 45 ildə çox kartlar oynamış. Bir zaman iqtisadi gəlişmə kartı Rəfsanjani zamanı, bir zaman ne bileyim mühasirə iqtisadi mühasirələr onlara qarşı, Bərcama qarşı gətirək filan seçək, Rohani seçək düzəldəcəkdir. Ne bileyim reisini seçək düzəldəcək. Ama bu bütün kartların oynamış, bitirmiş. Bu dəfə Azərbaycan kartını oynamış. Ama Türk adıyla Azərbaycan kəlməsini işlətməmiş. Bir dəfə Pezeşkiyanın ağzından çıxdı ki, dedi muhabbatda doğulmuşam Azərbaycanı Qərbidə. Onun cümləsini istədim hatırlatam diye. Orada Azərbaycan kəlməsi çıxmış. Çünki bunlar Azərbaycan söyləminə daha çox düşmandılar. Amma Türk məfkurəsini işlədirlər ki, İrandakı türklərin məsələsi və öbürü əqəliyyətlərin, öbürü qovmuların. Və bu kartı oynamış İnsaf Əli bəy. Bu seçimdə bu kart oynanıldı. Əqvam seçimi, mən adını da qoydum. Bu kart oynamış və mənə görə əlbəttə 4 ildən sonra Mollanın və Məcusinin Əcəmin deyərlər şeyi qurtulmaz. Hiləsi və Kəpəyoğulluğu. Mütləq bir kart bulacaqlar oynamağa. Mənə görə bir kartları qalmamış. Çünki islah tələb kartını kullanmışlar. O kartının Bərcama qarşı bunu kullanır. Bütün yani Bərcama, bu devləti seçək Bərcamda geçsin müqabilə bağlasın, rifah çoxalsın. Yadınıza gəlsə, yəni hafizəni işlətmədik. Geçən 40 ildə devlətlər necə seçiliblər. Ən son zaman bunlar sözdə bunların dediği kimi əqvam şeyini kullandılar kartı. Mən fikirliyim onu biturluq etmək üçün, o əqvam kartını da çürütmək üçün böyle Pezeşkiyana həmlə olunur. Öz içindəki həmlələrdir. Tabii Güney Azərbaycan Milli Hərəkətinin sözü söyləmi deyil. Öz içlərində bir-birinə həmlə edirlər və buna da daha çox həmlə edirlər. Çünki bu əqvam kartı ilə oynanmış. Və bu 4 ildə
bunu müstəsəl etsinlər, bunu beceriksiz və boş sözlərin ustası göstərsinlər. Mən fikrim bunların içindəki dava budur. Buyur. Çox sağ olun. Mən fikrim 4 ilə çəkməz. Yəni mən fikrim 1 ilə də çəkməz. Pezeşkiyanı o qədər şey edirlər ki, istizahla götürürlər qoyulacaqlar. Yəni bunu mən indidən görürəm ki, yerin hazırlayırlar, 1 ilə də çəkməz. Götürürlər, qoyarlar qırağa. Amma indi Oğuz bəy, vaxtımız qutarıb üst-üstə. İstəyirsiniz ki, 2 dənə bəhslərimizdən qalır. Biri Rusiya ilə İranın əmniyyət qərardadının məsələsidir. Biri də Bangladeşdir. Qalsın gələn həftəyə, yoxsa davam edək? İstəsəniz çox qısa hərəsinin barəsində bir cümlə, 2 cümlə deyək. Ondan sonra qalsın gənə də danışacaq. Biz dururuq bunlar. İndi İranın içində bir danışıq. Danışdım. İndi Rusiya rəis difası, əmniyyət millisi gəldi İrana və İranda mesaj verdi, dostluq mesajı. Şuyğonu işdən çıxartdılar. Mən fikirləyirəm sizinlə paylaşdım. Mən sizin sözünüzü kəsdim, hə? Buyurun. Mənə telefon gəldi, oradan döndüm, gəldim. Tamam, buyurun. Şuyğu Türk'tür. Türk kökenlidir. Yani düşün ki mesela İran ordusunun başı mesela Türk kökenlidir. Mesela Sərləşkar Batman Qılıç mesela bu şah zamanı. Bu cür. Şuyğu da öylədir. Şuyğu da Türk ailəsindəndir və hətta qızının da bozqurt tutub fotoğraf çəkməyi hər yerdə məşhurdur. Öz ailəsi də elə yani öylədir. Normalda natural və normal bir Türk'dür. Dedik çok demeyecek bunu. Rus devletçiliği yavaş yavaş ordunun içinde büyük komutanları, o generalları Türklerden yavaş yavaş azaltmış. Geçen bir ayda, 2 ayda baksanız. Ve Putin'in nəzərində, ne fakat Putin'in o baştaki 5-6 elitin nəzərində bir türlü yaxşı idarə eləyə bilməmiş ordu şeyi. Ukrayna məsələsini. Hələ bu ki, geçən 2 gündə Ukraynanın ordusu Rusiyanın toprağının bölümünə girmiş. Girmiş yəni rəsmən. Və Rusiya deyir ki, biz bunu tahammül eləyə bilmərik, deyir. 2 ildir. Neçə ildir bunlar təcavüz etmişlər. Ukraynanın %20 toprağını almışlar. Diyor. Hər halda bunları danışarıq sonra. Ancaq çünki şeyin orduda çox bağlılıqları var ordunun orta bədənəsinin Şuyğuya. Ona görə onu işdən atmamışlar, gətirib qoymuşlar Şuraya əmniyyətin, Şuraya millinin bir bölgəsi. O gəlmiş İrana. Rusiya dövlətçiliyi bizə görə o 2 cümlə indi gəlir. Heç zaman İranı, biz deyirik Amerika, Fransa, Rusiya İranı böyle istəyir geçən 45 il, ona görə böyle qalmış. Yoxsa Libi kimi 5-6 ayda məsələn həll edərdilər. Rusiya bunların ən öndə gələnlərindən, çünki Rusiya bölgə gücüdür və dünya gücüdür. Rusiyanın fərqli öbürlərindən bizə budur. İran dövlətini qoymayacaq ki, yıxılsın. Və buna öz milli mənfəətlərini bağlamış. Necə ki, Bəşar Əsədə bağlamış. Yəni, məsələ bu, nə istəməkdən, sevgidən, nifrətdən, milli mənfəətlərinə İranın böyle qalmağı önəmlidir. Çünki bu iş olsa, İran dövləti kollaps eləsə, mütləq Güney Azərbaycan müstəqil olacaqdır və orada büyük Azərbaycan yaranması ehtimali var, ağır ehtimaldır. Və orada böyük bir Azərbaycan, ne bileyim 30 milyonluq, 40 milyonluq bir Azərbaycan, yəni dünyada 50 milyon hesablasın. Və ayrı yerdən də mühacirət edəcəklər oraya, əgər rifah orada çoxalsa. Güclü və İsrail, ne bileyim Amerika ilə yaxşı yaşayan bir Azərbaycan, dünya ilə yaxşı yaşayan bir Azərbaycan heç kimsənin mənfəətinə o bölgədə deyil, illa Rusların. Ona görədir ki, bu əhdnamələr böyle başlanmış. Bu barədə daha çox bilgimiz və təhlilimiz var. Gənə də danışarıq. Buyurun. Çox sağ olun. Mən də belə düşünürəm ki, o Şoykonun İrana gəlməsi, orada bir mesaj verməsi ki, İranın əmniyyəti bizim əmniyyətimizə bağlıdır və əgər Amerika həmlə edərsə biz Amerikaya cavab verəcəyik. Məncə bu
strateji, Rusiyanın stratejisi İranın bölgədə savaş bölümünü aparmaq şeyidir, stratejisidir. Çünki siz də işarə elədiniz, Rusiya Ukraynada böyük zərbə yiyir. Amma bu Ukrayna millətinin və dövlətinin gücü deyil. Amerika və Avropanın arkasında durduğu gücdür. İndi Ukrayna həmləyə keçibdir. Yəni getir Rusiyanın torpaqlarından almağa. O mərhələyə keçdiyi üçün ehtiyacı var. Rusiyanın, mənim düşüncəmdə ehtiyacı var ki, Amerikanın başı və Avropanın başı bir ayrı yerdə qatar. Tayvan olmadı. Tayvanla Çin olmadı. Yəni orada çox çalışdı. Çin bu ağlı elədi ki, mən bura girməyim. Çin böyük dövlətdir, ağıl elədi, girmədi. Çünki girsəydi, Çin mühasirə olsaydı, neçə 100 milyard dolar Avropa ilə Amerika ilə alveri var, o xətərə düşərdi. Çin bunu eləməzdi. Çin eləmədi. Amma İranın əgər qoltuğuna qarpız versələr, İran bir savaşa girsə İsraillə, Avropa və Amerika güclərin Ukraynadan çəkməlidir, yarısını heç olmasa, qoymalıdırlar İsrailin və İranla savaşa. O tərəfdə Rusiya qazanar. Rusiya Ukraynada qabağa gedər, siyasətlərin qabağa aparar. İran tərəfində bir iş görə bilməz, görməz də. Məncə görməz, illəti nədir görməz? Çünki Ukraynanı ötürüb İrana tərəf gəlməz. İran bir müsəlman məmləkətdir, üst-üstə şeydir, Amerikalılara bir icazə verər burada. Necə ki, Suriyədə bunu işi gördü. Baxın, Suriyədə nə Amerika uddu, nə Rusiya uddu, amma Suriyə dağıldı. İran da ola bilər, belə bir şey olsun. Amerikanın da ona görə projesi məncə iki yerin üstündə projesi olmalıdır. Bir, Azərbaycanın üstündə, bir Ələhvazın üstündə. Bu iki dağın üstündə Amerikanın projesi olmalıdır. Çünki orada neft var, enerji mərkəzidir, onu saxlamalıdır əlində, o enerji. Və bu tərəfdə Azərbaycan millət olaraq və torpaq olaraq çox böyükdür. Türk dünyasına bağlıdır. Türk dünyası da üst-üstə Türkiyə liderlik edir. Türkiyə də NATO'nun üzvüdür. O oradan Amerikaya bağlana bilər. Məncə bu şeydə Rusiya qazanar, çox qazanar, İran uduzar. Amma İranı bu savaşa soxmaq istəyirlər. Umarım girər inşallah. Mən belə umuram ki, inşallah bu savaş olsun və hər savaşda bir doğum olar. Mən bununla müxalifəm ki, deyirlər, savaşda adam ölər, savaş təbii ki, adam ölər. İnsan tarixi adam ölməkdən ötürüdür. Savaşda insanın təhcə yaratdığı möcüzə savaşdır. Ondan sonra bir möcüzəsi yoxdur. Onu bir gün düşüncə şeyində danışaq. Bir gün onu gərək danışaq. Ciddən. Bu uzun saatlar danışılmalı məsələdir. Danışılmalı məsələdir, doğrudur. İndi Bangladeşə görə də bir-iki gündə cənab düşüncəmdir. Qalsın soruyu. Tamam, təşəkkür edirəm. Çox sağ olun. Bir yoldaşımız... Mən əziz dostlardan icazə buyurun, təşəkkür edeyim. Dostlar, çox təşəkkür ederim. Bizi gördünüz. Ben bir şey istəyirdim deyə. Buyurun. Yoldaşımız en son biz yazmış ki, ne zaman bir Azərbaycan yaranacaq. Onu mən deyim xidmətinizdə ki, birinci bu ki, burada biz danışırıq, təhlil edirik, İnsafədə bəy, biz və başqa yoldaşları da çağırırıq. Hər kəsin öz düşüncəsi, onun düşüncəsini bağlar, təbii. Yəni, qonaqlarımızın da indiyəcəndə, nə bilim, 30-40 dənə qonağımız olmuş, bəlkə də çox. Ancaq məsələ budur ki, biz, yəni hətta mən özümdə bir şey təhlil edəndə, o təhlil edirəm, o görüş deyirəm, böyle görünür. O anlama gəlməz ki, mənim şəxsi nəzərimdir, mən ona inanıram, imanım var, yox. Oradakı öyle görünür. İndi İnsafəli bəy məsələn deyirdi ki, Rusiya belə yaxlaşır. O olabilir, ona inanmır və qəbul eləmir və ya qəbul edir. Önemli deyil. Hər halda öyle təhlil edir. Yəni siyasi təhlilci odur ki, eləyə bilir o tərəfdən də, bu tərəfdən də görsün məsələni və onu anlata bilsin. O anlama gəlməz ki, budur. Mən məsələ deyəcəyəm ki, İran dövləti daha ağırlıdır, çox böyük savaşa girməz. Bu anlama gəlməz ki, mən İran dövlətini support edirəm ya eləmirəm. Amma mənə görə İran dövlətçiliyi daha böyük savaşa girməkdən daha ağırlıdır. Çünki ən çox əldən verəcək İran var. Çox güzel. O da o sual ki, nə zaman bir arada Azərbaycan yaranacaq, o sualın cevabı çox bəllidir. O zaman ki, hər Güney Azərbaycanlı gənc, qız, oğlan öz günündən, hər günündən bir parça, hər həftəsindən bir parça, hər ayından bir parça Güney Azərbaycana adasa yəni
ona vəqf eləsə, Güney Azərbaycan mefkurəsinə, Güney Azərbaycan söyləminə, desə ki, mən gündə 10 dəqiqə Güney Azərbaycana görə qoyacağım. Gündə 1 saat, həftədə 1 saat, ayda 2 saat, hər nə. Görürsünüz, nə qədər az deyirəm, o zaman Güney Azərbaycan və bir Azərbaycan yaranacaq. Yoxsa mən yatacağım, mənə gətirib Güney Azərbaycanı belə hulu kimin qoyacaqlar ağzımı. Heç öyle olmaz. Hər kəs ki özünü biraz ağıl sahibi bilir və Azərbaycanlı bilir və Türkü bilir, vaxtindən o Güney Azərbaycanın zəkatını verəcəkdir. İndi əlindən pul gəlir, pul qoyacaq. Vaxt gəlir, vaxt qoyacaq. Və əlindən bir becərik gəlir, o becərik. Hər zaman hər kəs ondan biraz qoydu oraya, istisnasız, mütləq Güney Azərbaycan yaranacaq. Necə ki, Alman da böyle yaranmış, Ötüş de böyle yaranmış, Norveç de böyle yaranmış, bütün məmləkətlər böyle. Hamı sahib olmalıdır və heç kəs öbürünə, nə Allah bizə verəcək ki, müstəqil Azərbaycanı, nə İsrail, nə Amerika, nə də Kəhkəşan Andromeda. Özümüz eləyəcək. Biz və biz. Nə Türkiyə, nə Azərbaycan devləti, nə Çin devləti, nə Qazaxıstan, nə Madagaskar. Biz eləməliyik. Hər Azərbaycanlı ki, özünü Azərbaycanlı bilir, o günündən deyəcək, mən gündə neçə dəqiqə qoyacağım Güney Azərbaycan milli hərəkatını. Bir şey yazacağım, bir şey danışacağım, bir pul verəcəyəm, ya bir iş görəcəyim, bir aksiyon, bir eyləm eləyəcəyim. Ondadır. Və hətta təbliğ eləyəcəm. Birinin əlindən danışmaq gəlir, təbliğ eləyəcəm. Qrup düzəldəcəyəm. Dağa çıxmaq qrubu düzəldəcəyəm. Musiqi çalmaq qrubu düzəldəcəyəm. Yəni bir iş görəcəyəm. Bir iş görəcəyəm, işə bənzəsin. Boş danışmaq yox. Çox təşəkkür İnsaf Əli bəydən. İnsaf deyil, sizin də nəzərinizi almayıq. Bu cümlə mən də bildim. Mən biraz ifrati düşünürəm, bəlkə ifrati hesab olur. Dostlar, o günəcən ki, hər Azərbaycanlı o günəcən ki, hər Azərbaycanlı oğlan, qız, kişi, xanım, qadın yatanda Azərbaycanı türkcə yuxuda görmüyor istiqlalı. Duranda mən bugün istiqlala çalışacağım, öldürəcəyim və öləcəyim. Bu iki danıya yetişməsə o günlərdən istiqlaldan danışmaq təqribən fəqət söz olur. O gün ki, dedik, mən öldürməyə hazıram, ölməyə də hazıram. O günləri biz istiqlala gedəcəyik. Sağ olun, sağ qalın. Çox sağ olun, təşəkkür. Dostlar, çox təşəkkür edirəm, var olun.